isteği var. Özü çok dürüst adam. Bunu yeke danışma. Bak gözün ne kadar uyuyorsan sen hadi sen. Bu vaxt baş verən ağır təyyarə qəzasında dünyasını dəyişənlərə anırıq. Xatırladaq ki, 2024-cü il 25 dekabr Bakı Grozny istiqamətində uçan təyyarəmiz qəzaya uğramışdı. Bugündən bir il ötür. Əziz qonaqlar, gəlin sayğı duruşuna sizi dəvət edirəm. Bütün şəhidlərimizi anırıq. Əziz qonaqlarımız, indi isə sizə Böyük İdeallar Mərkəzinin bəyanatı hazırlanmışdır. Sədrin birinci müavini Xalidə xanımın təqdimatında dinləyəcəyik bu bəyanatı. Buyurun dinləyin. Milli İdeallar Günü ilə bağlı Böyük İdeallar Mərkəzinin
Araştırma Mərkəzinin bəyanatı. Milli İdeallar Günü Böyük İdeallar Araştırma Mərkəzi tərəfindən təsis edilən Azərbaycan xalqının tarixi yaddaşında, mənəvi özünün dərkində və gələcək dövlətçilik düşüncəsində idealların mərkəzi rolunu vurğulayan simvolik gün kimi qəbul edilir. Bugün milli deşəliş ənənəsini müasir intellektual platforma ilə birləşdirən xüsusi mərhələdir. Bugünün əsas missiyası elm, sənət və milli kimlik arasında köprü yaratmaq, strateji idealları ictimai düşüncənin ön sırasına çıxarmaq və Azərbaycan üçün uzunmüddətli ideal inkişaf xəttini formalaşdırmaqdır. Milli İdeallar Gününün təsisini zəruri edən tələblər. Milli ideal olmadan milli birlik olmaz. Milli birlik olmadan güclü dövlət olmaz. Güclü dövlət olmadan böyük ideallar reallaşmaz. Milli İdeallar Günü bu üçlük arasında davamlı düşüncə axını qurur. Əsas dəyərlər sistemini, vətən bütövlüyü, tarixi yaddaş və milli kimlik, elm və mədəniyyət, birliyi, Turan mədəni sivilizasiyası, azadlıq, tərəqqi, ədalət kimi milli mənəvi dəyərlər qarşısında məsuliyyətlilik kimi dəyərlər daxildir. Məqsəd, Azərbaycan düşüncə məkanında böyük ideallara inam hissini aşılamaq, ideallarla zəngin mədəniyyət daşıyıcılarının keyfiyyətini, köklüyü artırmaq, ziyalıları, alimləri, gəncləri və yaradıcı insanları vahid ideallar platformasında birləşdirmək, mənəvi dirçəlişə yönəldilmiş yeni ənənə yaratmaq. Azərbaycan üçün 2050-ci ildə cəmiyyətə təqdim etməkdən ibarətdir. Dəyərli qonaqlar, sözü Böyük İdeallar Araşdırma Mərkəzinin sədri, təsisçisi, dəyərli Zəngxan Məmmədliyə sözünü istədim. Çox hörmətli alimlər, ziyalılar, gənclər, xanımlar və bəylər, balaca, adil tək nümunədir. Gələcək nəsilimiz hamını salamlayıram. Bugün gerçəkdən xeyli suallar doğru bir gün təsis edirik. Milli İdeallar Günü nə olan şey, zərratlardan gəldi. Xalidə xanıma təşəkkür edirəm, onun rəsmi hissəsini açdı. Mən bir balaca öz fikrimi və işimdə yol olduğum, hasil edədiyim, bu millətə, bu dövlətə harda fayda verərik, məqam mı lazımdır bizə, icra başçısı olmaq lazımdır, nazir mi olmaq lazımdır, yoxsa vətəndaş olmaq lazımdır. Mən elə gəliş, mənim düşüncəmə görə, həyat tərzimə görə vətəndaşlıqdan uca bir zirvə və məqam yoxdur. Əgər uca vətəndaş olacaqsansa, bu millətin, bu dövlətin dayaqsan, bu dövlət sarsılmaz olacaq, bu millət həmişə uca olacaq. Məqamın özü formalaşdıracaq, strukturun özü formalaşdıracaq. Bax, bu zərurət birinci budur. İkinci, burada fikir verdinizsə, biz bir plakat hazırlamışıq deyək. Qara qoyduqdan üz bu tərəfə Azərbaycan haqqında, Türk dünyası haqqında böyük yuhaların, böyük dahilərin dediyi fikirlərdir. Mənim orada diqqətimi çəkən, həmişə də istifadə edədiyim böyük arzulardır. Mədəniyyət, millətin millət edilən ruh ifadəsidir. Yəni, biz mədəniyyət ifadəsinə çox bəsit baxmaq istəyirik. Niyə görə? Mədəniyyəti o yüksək zirvədən əlimizdən alıb məişət səviyyəsinin üzərində. Böyük bir mexanizm, onu məişət səviyyəsində bizi başlayırıq bir-birimizə ələşdirməyə, xırda işlərlə məşğul olmağa, böyük amallar qalır qıraqda. Biz böyük Zöhr Hacıbəyovun ruhunu məhz mədəniyyət yüksək səviyyədə olanda, yəni biz millət olanda reallaşacaq. Bu bir çox önəmli bir bizim gələcəkdə söykənəcəyimiz ideoloji xəttin təməllərindən biridir. Mən burada ozanlara niyə önəm verdik? Ozanlar Türk məclisinin şahı oldular. Min illərdən özü bu tərəfə
özünün, mən saza həmişə millətin ruhunun maddiləşən forması deyirəm. O millətin babalardan gələn ruhudur. Və o ruhla biz məclisə başlamalıyıq. Bizim xeyir duamız odur, bizim qalxınmamız odur, üstad sözünü eşitməkdir, məclisin sambalını artırmaqdır. Buna görə 21-ci əsrdə, kifayət qədər təlatürlü bir əsrdə, kifayət qədər təhdidlər və təqiblər olduğu bir dönəmdə kökə qaydırıq, millətə qaydırıq, tarixə qaydırıq, o mədəniyyətin üzərində, o zənginliyin üzərində çağdaş zamana uyğun olan vətəndaş, millət yetişdirmək iddiası ortaya qoyuyor. Ona görə bugün təsis olundu. Bugün təsis olundu ki, biz alimlərlə, ziyalılarla bir yerdə gənc nəslin rabitəsini qura bilək. Biz, bunlar köhnə nəsildir, bunlar cavan nəsildir ifadəsiyle bölücü bir cərəyan hər zaman işimizdə olur. Və mən hər zaman, mən Sambo Federasiyasında olmuşam, siyasətdə olmuşam, Borçalı cəmiyyətində olmuşam. Bəzi adamlar özü xeyri demirdilər ona. Ne oluyor? Gene aksakallar yığımsan başı. Bu söz qəribə gəlirdi ki, övliyalardan uzaqlaşmaq nə vaxtdan bu millətin dərdinə daxil olur? Nə vaxt onun mədəniyyətinə daxil olur? Mən deyirəm ki, aksakallar olan yerdə, ilim adamı olan yerdə, zəngin, zəkası iti insanların olduğu yerdə, həyat imtihanından üzü aksakallık müstəvisinə qədər keçmiş adamlar bir yerdə olmağın xoşbəxtliyini yalnız orada yaşayıram ki, ən xoşbəxt dönəm bu olduğuna görə ki, onlar işıq verirlər, yol verirlər, istiqamət verirlər, ədalətə vurğundular, tarixdən bəri gələn dəyərlərimizi özlərində saxlayan canlı memardılar. Bir millət ol, ədalətli ol, dürüst ol, elmə həvəslən, Tanrı tanımağın yolu Allah Ekber demək deyil, Tanrı tanımağın yolu elmdir. Bunu öyrədir mənə və onlar, mən cəsarətən deyirəm ki, burada ömrümdə rast gəldiyim alimlər, aksakallar, hər biri bir yerdə bu millətin ruh mühəndisləridirlər, bu millətin qayımaqlarıdır və bu milləti yol göstərən böyük institut. Bu institutu zədələmək olmaz ya, o təbəqələşməni salanlar egoist bir düşüncəyle biraz da ucuz düşün. Məişət mədəniyyətindən çıxa bilmirlər ki, biz böyük iddialar var. Və biz həm də bugün burada milli idealizmlə, milli modernizmin vəhdətini aramaq istəyirik. Əgər bəzi halda fikir verin, beyin asılı olur Azərbaycandan. Getdi İngiltərədə oxuyur, falan olur, sonra baxırsan ki, sənin dilini bilmirəm. İngilis dili bilir gözəl. Orada bir Oxfordda bitirib, o da gözəl. Mükəmməl. Amma bu tərəfdə millətdən kökdən çox aralanır. Kökdən çox olanında sağ fayda verə bilməyəcək. Biz ona görə milli idealizmlə, milli modernizmlə vəhdətini düzgün tapmağı düşünürük. Biz vəhdətə gəlmək istəyirik. Biz sözlə, elmlə Urfanı birləşdirmək istəyirik. Alimlərlə bizim bu məclislərdə ozanlar, söz adamları, söz xiridarları bir yerdə olacaqlar. Və hər biri bir tərəfdən ilmə kimi görəcəklər bu mədəniyyətin yeni modelini. Bizim misyamız gerçək Azərbaycan üçün yeni vətəndaş yetişdirmək, mükəmməl vətəndaş yetişdirmək və o vətənə daş ola bilsin. Elmi ilə, idraki ilə, əxlaqı ilə, mənəviyyatı ilə, dünya görüşü ilə, duruşu ilə, geyimi ilə, keçimi ilə, ədəb ərkanı ilə həm də bu belə olacaqsa milli modernist dünyada biz yaxşı təmsil olunacağıq, biz yaxşı təqdim olunacağıq. Bu Azərbaycanlıdır, bu Azərbaycan türküdür, bu Azərbaycan xalqının nümayəndəsidir. Maşallah, bərəkallah, bunu Alman da deyəcək, İngiliz də deyəcək, dünya da deyəcək. Yəni biz həm də bəşəri vətəndaş yetişdirmək uğrunda bir çabadayıq. Bizim, mən o İngilislər başa düşəcək, Almanlar başa düşəcəyi istəyirəm. Ben Azərbaycan Sambo Federasiyasının en yüksek, Azərbaycan tarixində yüksek vəzifəyə çatan Avropa miqyasında mənim. Avropa Federasiyasının birinci prezident olmuşam. Bir sənəyə görə əxlaqın, mənəviyyat, dediğin dəyərlərə sahib olanda o da sənə səs verir. Bu birisi də sənə səs verir. Budur da biz bugün mənə elə gəlir, biz çox quru bir məclis yox, canlı bir məclis olmalıdır. Alimlərimiz çıxış edəcəklər. Burada hələ ben bir xəyal edədiyim bir şey var ki, burada mikropanel quraq.
Vaqif müəllim, Alşan müəllim, Əhməd müəllim, Nəsib bəy, elə bir akademik müzakirə yox, bir yerdə milli kimlik və milli şuur problemlərinə münasibətdə ziyalı sözü hardadır? Biz bunu bir ekranlaşdıraq, yayaq və bu 2 dəqiqə hərəsi çıxış eləsə, 2 dəqiqə tezis versə, çox möhtəşəmdir. Bizim əsas missiyamız burada məqam gözləmək deyil, biz gəncləri universitet auditoriyalarında, orta məktəblərdə, bağçalarda olan uşaqlara yeni düşüncə verməkdir. Missiya çox ağırdır, çox çətindir, çox əmək sərf edir, amma çox şərəflidir. Biz əgər ona nail ola bilsək ki, müəllimlərimiz, riyaziyyat müəllimimiz həm də dərsin önündə milli kimlik dərsini bilən olsun, ona aşıya bilsin. Kimya müəllimi pis oxumamışam, bunlar yadımdadır. Kimya müəllimi, kimya dərsi ilə bir yerdə həm də milli şuur anlayışıyla, tariximizlə uşaqları maarifləndirsin. Biz onda aşağıdan yuxarı, institutda uşaqlarımız bitirəndə artıq yetkin, milli kimlik, milli şuur və yüksək ixtisas sahibi olan, dediyim kimi, vətənə daş yetişdiririk. Və bugünkü günümüz bayram günüdür. Və bu bayramı həm də ona görə təsvir edik bu günü ki, biz ildə bir dəfə millətimiz qarşısında hesabatda olaq. Bir-birimiz qarşısında hesabatda olaq. Bu bir ildə 365 gündə faydalı olan nə gördük? Alim olaraq, mühəndis olaraq, həkim olaraq, ziyalı olaraq, gənc olaraq hansı ideyalarla cəmiyyətə müsbət mesaj veririk? Bax, bu hesabatlıq olsun bir-birimizin qarşısında, məsuliyyət olsun bir-birimizin qarşısında. Buna görə təhsil eləmişik, buna görə bu tarixi istəyirəm simvollaşsın və bizim hətta bunu gələcəkdə rəsmi səviyyəyə qədər daşıya bilsək, ictimai dəstəyi güclü olsa, belə bir günün olması, millətin toparlanma günü, millətin zəfər çalan bir millətin nəhayət növbəti zəfərlərə hazırlaşmasına təkan verə bilər. Keçən dəfə də dedik, o bizim yəqin ki, səhnədə də görəcəksiniz, 2050-ci ilə qədər bir düşüncəmiz var. 2050-ci ilin Azərbaycanın nə cür olmalıdır? Biz yerimizdə saymıyıq. Bugünkü baş verən spontan hadisələrlə məşğul olub oralarda ilişib qalmıyıq. 2050-ci ilin Azərbaycanı böyük vətən, bütöy vətən idealı qoydu ortaya. Nə deməkdir bu? Sərhədlərimiz öz yerində mənəvi, fiziki, ruhani dünyamız bütövləşməlidir və təbii ki, buna haqqımız var və mənəvi haqqımız var. Ondan olur, biz Orta Doğuda, Mərkəzi Asiyaya qədər lider xalq oluruq, lider dövlət oluruq, artıq ideya ixrac edən bizim əlimizə baxacaqlar və Turan idealı 2050-ci ildə, əgər bu reallaşsa, inşallah o istiqamətdə gedir, baskılar var. Biz bu dünyada, qarışan dünyada, ədalət mediaları itmiş dünyada, ədalət bayrağı əlində olan bir Türk birliği quracaq. Və o birlik dünyaya çox vacib lazımdır. Qarışan dünya, müharibələrlə təhdid olunan dünya, Putinlərə mi, filanlara mı yer olmayacaq, onda ədalətli bir cəmiyyət, Orta Doğuda artıq bir işlərimiz görülür. Və bu demək, Qafqazın birliyi ilə bağlı, Qafqazın bütövlüyü ilə bağlı, Vahid Qafqaz ideyası, erməni separatçılığın öz qurbanına çevrilir. Azərbaycanı inkişafdan ləngilir, Gürcistanı isə inkişafdan ləngidən bir mexanizmdir, separatizm. Əgər üç dövlət eyni platformaya gələcəksə, biz bunun altyapısını hazırlayıb, ona ictimai dəstək platformu olacaqsa, olmalıyıq. Artıq Qafqazda bizim millətlər arasında, fərqliliklər arasında sərhədlər itir və eyni amallar ortaya çıxır. Onda separatizm meydana girə bilmir. Təbii ki, sonda demokratiya mükəmməl bir idealdır ki, biz onun basit modelini qurmağa məhkum edirik. Buna görə mən sizin hamınızı bu bayram günü münasibətilə təbrik edirəm. Qarşıdan böyük bayramlarımız gəlir. Milli birlik, həmrəylik bayramı. Xalid xanım onu dedi, orada bizim test olarak demişik. İdeyalar olmasa milli birlik olmayacaq. Milli birlik olmasa güclü dövlət olmayacaq. Güclü dövlət olmasa ideallarımız havadan asılı qalacaq. Bax, bu üç formulun üzərində təmərküzləşək və hər birimizə həm yeni ildə, həm Vəli günü bayramlarında, həm bugünkü bayramda uğurlar, zənginliklər, ailəmizə,
qohumlarınıza, elinizə, obanıza, Azərbaycana, Türk dünyasına və bəşəriyyətə uğurlar arzulayaq ki, uğurlu sədalarla biz sevilən bir nəslə çevriləbilək. Hər birinizə təşəkkür edirəm. Bayramınız mübarək olsun. Bizim sonra da məclisimizin sonunda müxəmməsilə bağlanacaq. Üstadlarımız buradadır. Burada bizim Elat bayramına gedib Şuşanın nəfəsini Tumanisidən, dağlardan alan qrup var. Mərkəz bəy rəhbərliyində muğam üçlüydü. Həmən asıl getdilər, gəldilər. Orada Telman Əliyev kimi böyük alimlər getdi. Cəlalullah Verdiyev kimi böyük riyaziyyatçı yanımıza düşüb gedərdi 80-85 yaşında olanda. Onlar buradadılar. Yəqin ki, məclisimiz gözəlləşək. Hələ bir qara zurnamız da gəlməlidir. Qara zurna da yəqin ki, birdən havalandıra biləcək bizi. Ona görə də mənalı məclisimiz olacaq. Bir dənə də burada indi Güllü xanım elan edəcək onu. Bir sürprizimiz olacaq ki, o sürpriz də balaca aşığımızda ifa edəcək. Təşəkkürlər hamınıza. Yalnız bayramdan uzaqlayın. Hərdən dəstək verəcəm. Biz danışdıq, amma əməlimiz var. Deməli, heç bir xəbər olmadan 3 nəfər, üçü də xanımdır, başdan aşağı salıqlar. Bir iki alaqayı boynunda gəzirik Azərbaycanı. Deyir, bu bizimdir, bu millətindir. Buna sahib durmalıyıq. Güllü Tomarlı buradadır. Alqışda xahiş edirəm ona. Biri sazla Gürcüstanda, Gürcü millətinin içərisində, ikimizin mərkəzində folklorumuzun keşiyindədir, mədəniyyətimizin keşiyindədir və Gürcü folkloruyla bir yerdə çox ciddi sintezlər eləyirik. Bu ideyada bizdən qaynaqlanır, amma gözəl effekt verir. Yəni, saz bizi birləşdirən, başqa millətlərə tanınan bir vasitə çevrilir. O, Nacilə Mehdibadır, açıq Nacilə Mehdibab. Burada yoxdur. Yoğun proqramlar var, Gürcülərdən bir yerdə. Ona görə ona və bir də Çiçək Mahmud qızı, yəqin keçmişsiniz televizorda bir proqramlarla bizim Gəncəbasar zonasında kifayət qədər saza, sözə, elmə yön verən məclisləri uzun zamandır fasiləsiz olaraq aparır. Hər üçünə milli ideala xidmət diplomu təhsil eləmişik. Hər üçünə idarə heyətinin qərarı ilə verməyi məsləhət gördük. Əgər böyükləri, yəni ki, Güllü xanım dəvət edəcək, Güllü xanımı və burada da təntənə ilə təqdim edəcək onun hədiyyəsi. Buyurun. Əziz qonaqlarımız, milli mənəvi dəyərlərin qorunması və inkişafındakı xidmətlərinə görə Güllü Eldar Tomarlı milli ideallara xidmət diplomu ilə tərtib edilir. Dəvət edilir Güllü xanımı. Alqışlar. Təqdimat üçün Vaqif bəy Nəsibi dəvət edirik səhnəyə. Təbrik edirəm Güllü xanım. Çok sağ olun. Çok sağ olun. Çəktiniz? Bayramın da təqdimini zəmin olmuşsan. Buyurun, olsun bir əməli. Güllü xanım çox müvafiq. Çok sağ olun. Çok sağ olun. Yaşayırıq ki, biz bunları gələcək nəsillərə ötürəcək körpü rolunu oynuyoruz. Biz nənələrimizi necə görmüşük? Biz babalarımızı necə görmüşük? Nəvələrimiz bizi necə xatırlayacaq? Əgər nəvələrimizi biz bugün nənələrimizin imicini xatırlatmasaq, babalarımızın o milli papaqlarını xatırlatmasaq, onlara deməsək ki, bizim belə nənələrimiz olub, babalarımız olub, beləcə bağ qırılar. Zəlimxan Yaqub yazır ki, mən papaq deyəndə ata yurduna sonsuz sədaqəti salıram yadan. Ana bacılara ər vəfasını, namusu qeyrəti salıram yadan. Necə sevinərdik kişi görəndə, papağa hörməti salıram yada. Oynamır qamçısı, kişinə müratı, gözüm ağız deyir, qara papaqlar. Azərbaycan kişiləri.
düşən şəhidlərimiz sizə haqq verdi ki, həmin o ulu babaların papağını başınızda baş tacı kimi gəzdirəsiniz. Biz də ulu nənələrimizə sədaqət olaraq milli dəyərlərimizi təbliğ edirik və Kəlağayımızı hər zaman başımızda yaraşıq kimi göstərməyi özümüzə borc bilirik. Barat Vüsal yazır ki, vətən torpağının bir hissəsi tək, onu unutmayan, gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları, anam Kəlağaydı, Kəlağay anam. Xalqımın müqəddəs adəti çoxdur. Ondan dərs alsın hər doğa gərək. Qızlar tanıyıram, maşallah olsun. Cehiz tanımırlar Kəlağayı tək. Sağ olun. Təşəkkür edirəm bana. Təşəkkürlər. Yəni alimlərimizə söz verirəm. Sonra salimlərimizə. Yaxşı. Əziz dəyərli qonaqlarımız, indi isə gənclərimizin çıxışı ilə davam edəcəyik. Gənclərdən millətimizə mesaj açıq məktub şəklində təqdim olunacaq. Birinci dəvət edirik bu açıq məktubu təqdim etmək üçün Suay xanımı. Suay xanım buyur. Hörmətli alimlər, professorlar, dəyərli ziyalılar və tədbir iştirakçıları. Bugünkü tədbirin mənası yalnız bir tarixi yaddaş günü deyil. Millətin uğrunu yaşadan dəyərləri xatırlatmağı ehtiva edir. Biz tez-tez milli ideallar deyirik. Əslində isə bu anlayış sadəcə bir düşüncə sistemi deyil, nəsilləri bir-birinə bağlayan görünməz köprüdür. Hər bir millətin möhkəmliyi onun yaddaşı, yaddaşın davamlılığı isə nəsillər arası götürülən dəyərlərlə ölçülür. Bizim milli ideallarımız, dövlətçilik düşüncəsi, vətən sevgisi, elmə dəyər vermək, mədəniyyətə sayğı, birlik hissi, 100 illərin sınavından keçərək bugünə gəlir. Bu dəyərlərin hər biri bir daş, bir sütun kimi bizi birləşdirir və gələcəyə aparır. Milli ideallar bir nəsildən digərinə sadəcə sözlə deyil, həm də davranışla, əməlliklə keçir. Sizin, yəni ziyalılar nəslinin yaratdığı elmi irs, ədəbiyyat, mədəni nümunələr bizim üçün minlərlə kitabdan daha böyük bir məktəbdir. Siz bu köprünün əvvəlki dayaqlarını inşa etmişsiniz. İndi bu məsuliyyət bizim üzərimizə keçir. Çünki gələcək nəsillərə çatdırılmayan ideal yalnız bir fikir olaraq qalır. Yaşadılan, qorunan və ötürülən ideal isə milləti möhkəmləndirən ruhdur. Bugün gənclər milli idealları yalnız ənənə kimi deyil, həm də inkişafın açarı kimi qəbul edirlər. Çünki müasir dünyada milli kimliyin qorunmanın yolu təkcə keçmişə bağlılıq deyil, həm də gələcəyə məsuliyyətlə addımlamaqdır. Gənclər üçün milli idealizm təkcə tarix bilmək deyil, həm də elm yaratmaq, müasirliklə milli kimliyi qovuşdurmaq, birliyimizi möhkəmləndirməkdir. Milli ideallar nəsillər arasında dialoq yaradır. Bu dialoqda keçmiş bizə yol göstərir. Gələcək isə bizi məsuliyyətə çağırır. Nəsillərin bir-birini eşitdiyi, dəyərlərin ötürüldüyü cəmiyyət isə həmişə güclü olur. Sonda demək istəyirəm ki, bu köprünün hər bir dayağı, keçmiş, bugün və gələcək bir-birinə bağlıdır. Gənclər olaraq biz bu köprünün davamı olmağa, milli idealları qorumağa və onları gələcək nəsillərə ötürməyə hazırıq. İndi isə davamlı mən səsləndirəcəm. Gənclərdən millətə mesaj, açıq məktub. Hörmətli alimlər, professorlar, ziyalılar və tədbir iştirakçıları. Bugünkü Milli İdeallar günündə bizim üçün yalnız bir bayram deyil, həm də sizə olan ehtiramımızı bildirmək fürsətidir. Biz gənc nəsil bu torpağın tarixini, kimliyini, mədəni yaddaşını sizin yaratdığınız elmi işlə öyrəndik. Sizdən miras aldığımız ən böyük sərvət yalnız bilik deyil, millətə xidmət idealıdır. Bu ideal bizə öyrətdi ki, dövlətçilik düşüncəsi yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə məsuliyyət daşımaqdır. Biz nəyə inanırıq? Biz inanırıq ki, elm inkişaf etmədən millət inkişaf edə bilməz. Mədəniyyət yaşadılmadan
kimlik qoruna bilməz. Birlik olmadan milli ideallar gerçəkləşə bilməz. Biz bugün sizə bir gənc nəslin səsini çatdırırıq. Azərbaycanın gələcəyi üçün çalışmaq bizim seçdiyimiz yoldur. Bizim seçimimiz yox, özümüzə xoş bildiyimiz yoldur. Tarixi və mədəni irsin qorunması, milli mənəvi dəyərlərin yaşadılması bizim üçün yalnız çağırış deyil, həm də şərəfdir. Bu torpağa xidmət etməyi həyat amalımız sayılır. Hörmətli ziyalılar, sizdən öyrəndiyimiz fikirləri gələcək nəsillərə ötürməyə söz veririk. Sizin yaratdığınız elmi və mənəvi irs bizim üçün təkcə öyrəniləcək tarix deyil, həm də yol göstərən mayaqdır. Biz bugünün gəncləri sabahın ziyalıları olmağa namizədik və bu yolda milli ideallara sədaqətimizi qoruyacağıq. Dərin hörmətlə Azərbaycan gəncləri. Təşəkkür ederim. Və indi isə sözü növbəti gəncimizə Tural bəyə vermək istəyərdik, alqışlarımızla. Hər birisi salamlayıram. Burada sizinlə bir yerdə olmaq xoşdur. Mən Zəlimxan müəllimə təşəkkür edirəm. Həqiqətən təxminən 3 il, 5 il ərzində, son 5 il ərzində deyərdim ki, Azərbaycanda milli camiada, milli düşərgədə bu qədər eyni dəyərlərdə, ortaq dəyərlərdə olan insanları biz bir arada görmürük. Bunu yalnız Zəlimxan müəllimin işığında, bunun ətrafında gördük ki, insanlar bir araya gəlir, toplaşır. Düzdür, əvvəllər belə təşəbbüslər çox olurdu. İndi son vaxtlar bu azalıbdır. Bugün də mən bu qədər ziyalının, milli insanlarla bir yerdə olmaq həqiqətən də xoşdur bu yeni il qabağı. Belə. Çıxışa öz fikirlərimlə bizim qeyd etdiyimiz prosesin davamı olaraq başlamaq istəyirəm. Sizdən bizə, bizdən gələcəyə Milli Mənsubiyyət Manifesti adlı bir səhifəlik sənəd təqdim edilir. Milli Məsuliyyət Manifesti. Biz Azərbaycan gəncləri ölkəmizin elm, mədəniyyət və dövlətçilik ənənələrini formalaşdıran alimlərin, professorların və ziyalıların yaratdığı böyük irsə dərin hörmətimizi bildiririk. Milli idealların nəsildən nəslə ötürülməsi bizim üçün həm şərəfdir, həm məsuliyyətdir. Bu manifest ilə aşağıdakı prinsiplərə sadiq qalacağımızı bəyan edirik. 1. Elm və bilik yaratmaq Azərbaycanı daha güclü və daha müasir görməyi yoludur. Gənc nəslin borcu elmi dəyərləri inkişaf etdirmək, yeni ideyalar yaratmaq və cəmiyyətə fayda vermək. 2. Milli mənəvi dəyərləri qorumaq kimliyimizin əsas sütunudur. Gənclər olaraq mədəni irsimiz yaşatmaq, onu dünyaya tanıtmaq və gələcək nəsillər çatdırmaq öhdəliyini daşıyır. Tarixi yaddaşı yaşatmaq. 3. Keçmişi unutmadan gələcəyə addımlamaqdır. Hər bir tarixi səhifənin bizə verdiyi dərsləri qorumaq və inkişaf etdirmək bizim missiyamızdır. Birlik və həmrəylik. Milli gücümüzün təməlidir. Biz gənclər milli həmrəyliyi möhkəmləndirməyə, cəmiyyətə sağlam düşüncə və qarşılıqlı hörmət mədəniyyəti yaymağa hazırıq. 5. Dövlətçilik düşüncəsinə sadiqlik. Milli ideallarımızın davamlılığını təmin edir. Biz Azərbaycan dövlətinə, müstəqilliyinə və milli maraqlarına xidmət etməyi həyat amalımız hesab edirik. Bu prinsiplərlə biz söz veririk ki, özümüzdən əvvəlki nəsillərin yaratdığı elmi və mənəvi irsi qoruyacaq, bu dəyərləri gələcək nəsillərə daha da zənginləşdirilmiş formada ötürəcəyik. Azərbaycanın inkişafı üçün bilik, əməl və məsuliyyətlə çalışacaq. Bu manifest bizim bir nəsil olaraq imzamız, məsuliyyətimiz və gələcəyə ünvanladığımız vədimizdir. Dərin hörmətlə Azərbaycan gəncləri. Muam üçlüyünə vətən məsləhətidir. Meydanı verək, bu biz Elaf bayramına dediyim əvvəl ki. Üçlük
təmənnasız gediblər, heç zaman cibə baxmayıblar, gözə baxırlar. Bağırlar. Təmənnasız gedib gəliblər və bugünkü günlərdə bu ənənə artıq keçirdik bura. Buyurun bəy. Mən burada fürsətdən istifadə yollar hazırlaşana qədər bizim üzvlər arasında xüsusi fərqlənən adamlar var. Bizim professor, coğrafya elmləri doktoru Rızahat Mahmudov bu yaxınlarda Avrasiya Akademiyasına üzv seçilib və onu təbrik edək. Dediyimiz kriteriyyalar, mən onu öz başından tanıyıram. Əxlaqına, mənəviyyatına, elmliyinə görə, nəslin özünün duruşuna görə uyğun olan bir bəyəfəndilərdən biridir. Təbrik edirik. Hər halın varlığından müzik olaraq Azərbaycan dilini, ədəbi dilini urmata bildirən insanlar var. Bunlar heykəl kimi dururlar və biz öyrənməliyik. Sözlər nə cür davranmalısan, sözdə sevgin hard olmalı, loğaflamalısan da. Ona görə salamladı sizi və burada həm də bizim məclisdə bizim Dədə Camal dediyimiz çox övülüyə bir professor, elmlər doktoru, fəlsəfə elmlər doktoru Camal müəllimin həm qızı Leyla xanım, həm də nəvəsi buradadır. Onları alqışla xahiş edirəm. Camal müəllim Camal müəllim bizim çıxdığımız yola hər zaman xeyir dua verən böyük kişilərdən olur və onları salamlayıram. Etiraz olmazsa burada bir beynimizə gələn bir şey. Bizən ziyalı Nəsib bəyin sabah konferansı var, hazırlaşır orada. Təşəkkür edirəm, uğurlar diləyirəm. Amma biz ziyalı sözünə ehtiyac var. Mən istəyərdim bir mikro paneller düzəldək. Media mənsublarımız da var, alimlərimiz də var. Hər bir mesaj versin. Əsas məsələ nə olur? Milli şuur və kimliyin formalaşmasında elmin rolu, təhsilin rolu. Bununla bağlı bizim, mən bura elə birinci panelimiz belə olsun, hərəsi 2 dəqiqə mesaj verəcək. Hardan yanaşırıq? Sonra media dəvət edəcək ki, Ağsaqqal Yalnız müəllimin rəhbərliyində. Etiraz yox ki, şeir də deyəcək ki, onun qirayəti var, özü bilir, bizə bir dənə qəşəng mesaj verəcək. Mən Vaqif müəllimi, Alşan müəllimi, amma Əziz dostlar, hörmətli bəylər və xanımlar, hamınızı salamlayıram. Mən Zərurxan bəyə dərin təşəkkür edirəm ki, bu cür möhtəşəm bir yığıncağa məni də dəvət edib, çox sağ olsun və bu məclisin gelişanı göstərir ki, o çox yüksək səviyyədə təşkil olunur. Mən qoyduğum məsələyə əvvəla Zərurxan bəy, bu milli birlik günüdür, həm milli ideallar günü, milli birlik günü kimidir. Mən sizi bu gün münasibətinə təbrik edirəm, bu medalınızı da təbrik edirəm. Demək, mən təhsil adamı kimi, təhsillə bağlı bir-iki kəlmə demək istəyirəm. Yəni, milli kimliyimizdə təhsilin hansı rolu olur? Burada oturan bir yaşlı cavan dostlardır. Məsələn, bir-iki yaşlı adam var, yaşlı adamlar xatirlər var. Sovet vaxtında dərslik və dərs vəsaitləri yazılanda bir şərt qoyulur. Şərtin biri də oydu ki, bir neçə şərt vardı. Şərtin biri də oydu ki, vətənpərvərlik hisslərini tərbiyə olunsun. Orada da milli kimlik zat deyilmirdi, vətənpərvərlik hisslərini tərbiyə eləmək. Milli kimlik ideyası bizdə müstəqil olandan sonra gəlirlər. Tabii. Onda da deməli, məsələn, mən fizikam. Fizikanı keçən, hamımız keçmişsiniz orta məktəblər. Məsələn, John Lenz qanunu. John İngilisdir, Lenz əslən Almandır, amma Rus Peterburg Üniversitesinde şıkkına bunu sualim hesab edilir. John Lenz qanunu. Məsələn, Astrografski Gauss teoremi. Yenə də, Astrografski Rus tərəfdəndir, oradan qoşubla onu Gauss. Mendeleyevin cədvəli var, kimyəvi elementlərin cədvəli.
Mən uzun müddət xarici ölkələrdə tədris edirdim bu fizikanı və orada Fransız ədəbiyyatını işlədik və orada vallahi nə orada Astrogradskinin adı vardı, nə orada Mendelevin adı var, nə orada heç bir yoxdular. Yəni bu deməkdir ki, bu dünya miqyasında onlar həmin kəşflərin müəllifi kimi tanımırlar. Amma Rusların müəllifləri, Rus müəlliflər o dövrdə, xalqda belə bir vətənpərvəri ruhu yaratmaqdan ötürü bunları daxil edirlər ki, bəli, uşaqlar hamısı, bəli, bizim də belə bir alimlərimiz var, bizim də belə şəxsiyyətlərimiz var. Bu baxımdan indi məsələn deyək ki, mən bir müddət fizika institutunda da işləmişəm. Deməli, bizim fizika institutunda çoxlu kəşflər oldu. Bizim orada yaxşı alimlərimiz var. Keçən dəfə mənim ürəyimə toxundu, minbaşı toxundu, Azərbaycanda adım yoxdur, o düz demədi. Amma nə dedim, sən düz demirsən. Bizim yaxşı alimlərimiz var. Məsələn, deyək ki, çox adam bilmir ki, Selen üzrə, SSR-də Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu baş institut elan olunur. Təyin olunur. Baş institut. Bütün kosmik gəmilərdə işlənən mikroelementlər var. Hamısı Fizika İnstitutunda alınan elmi tədqiqatların nəticəsidir. Məyər mənim bugünkü tələbəm, yaxud şagirdim, şagirdlərim bunu bilsələr, bununla təxir eləmezlər. Bunların kimliyini formalaşdırmaz mı? Şübhəsiz ki, formalaşdırmaz. Eynilə də bizim, mənim bildiyim qədər kimyaçılarımız var. Yusuf Məhəmməd Əliyev ilk dəfə elədiyi kəşflə Sovet hökumətinin böyük bəlalardan tutar. Yaxud da ki, məsələn, bizim Xudu müəllim, Allah'ın rəhmət eləsin. Xudu müəllimin haqqında elə mən bir şey deyim sizə. Akademik biyologlardır, akademik biyolog. Kristallarda falan atası hesab olunurdu. Ondan soruşurlar ki, Xudu nə tələbdir, sənin tələbin? Der, valla o aspirant olan müddətdə mən ondan o qədər çox öyrənmişəm ki, nə ona vermişəm. Siz təsəvvür bu nə deməkdir? Akademik deyir bunu. Yəni, bizim böyük alimlərimiz var. Onların, məsələn, bir tədris prosesində, onların fəaliyyəti haqqında, onların həyatı haqqında məlumatlar verməklə, bizim dərsliklərdə bunlar gələk öz əksini tapsın. Biz deyim, gedib Türkiyənin, yaxud Rusiyanın, Ubusunun kitablarını köçürüb yalandan bizləri dərslik eləməməliyik. Biz özümüz orijinal dərsliklər yazır və onu həm orta məktəb şagirdlərinə, önləri Misir müəllim deyir ki, valladır, bağa gedirdi, gördüm, bağ qonşub dayanıb qapının ağzında məni gözləyir. Deyirəm, nədir? Deyir, valla 4-cü sinifdə oxuyan uşağıma bir dənə riyaziyyat məsələsi var, bunu edə bilmirik, bax. Deyir, bir saat anlaşdım, bunu da edə bilmirəm. Bunu akademik deyir, bu da akademiya mutluyuz. Misir müəllim də təcrübəli bir riyaziyyatçıdır. Bilirsiniz, yəni elə dəstələrə, elə məsələlər, elə misallar sağlar ki, uşaqlar başlarını itirirlər. Bunlarla, bax, biz milli kimliğimizi formalaşdırmaq üçün öncə biz bunlara fikir verməliyik. Mən belə düşünürəm, mənim fikrim budur. Gözəl fikirdə, əla fikir. Mən mənə vermişsə mikrofonu verməyəcəm. Deməli, bu mənim dostum, qardaşım, oturur. Elbaz bəy. Deyirsən, adını yolda çalmışam bəy. Sən mən adı deyirsən. Ben adı yolda çalmışam. Bu Elbaz bəy mənim yanında otururdur. Bu mənim dostumdur. Gözəl şeirləri oxuyur. Elbaz müəllimin yanında istəyirəm mən də bir şeir. Çünki mən sizin hər məclisdə bir şeirlə çıxıram buradan. Bir şeir deyim Vaqif Nəsirdən. Bizim mərhum böyük şairimiz Məhəmməd İsmail'in bir şeiri var. Qayanı yonarlar, dağı çaparlar, dağ, qaya kiçilər, vətən kiçilməz. Vaqif Nəsir yazıb ki, oxudum, şeirindən duydum mənanı, deyirsən kiçilməz vətən heç zaman.
86 oldu. Qalanı hanı? Soyuq tərbi bastı. Üşüdüm ama. Tarihi dinlədim, məni sarsıtdı. Özgə zurnasına hay verən səslər. Vəzifə naminə vətəni satdı. Vətəni torpağından pay verən kəslər. Deyirsən kisilməz vətən. Bəs dəyişən adlar vətən deyilmi? Qazan Gədəbəydən hədiyyə gedən o kəndlər, o yurtlar vətən deyilmi? Sanma ki, duymuram şair fikrini. Min məna tapıram hər bir sözündə. Fələstin ərəbi söylə dost kimi. Nə üçün vuruşur məkiyin üzündə? Təkcə torpaq deyil, vətən qardaşım. Ana ləyaqəti, ata qeyrəti. Vətəndir kəsəyim hər qaradaşım. Vətəndir xalqımın dilə hörməti. Nankör övladların fərasətindən bəzən şərab kimi içilir vətən. Bizlər yar edəndə el atətindən bilirsən nə qədər istəyir vətən. Tikana çevirirlər torpaqda bitən. Torpağa ana tək qiymət olmasa, nəinki çiçilər, yox olan vətən. Əgər övladında qeyrət olmasa. Qeyrətin olması üçün də onun kimliyi olur. Çox sağ olun. Çox belə ətraflı danışdınız, hər şeyi də dediniz. Doğrudan da Zəmqan müəllimin burada əziyyəti çoxdur, həm də çox vacib bir məsələdir ki, bu günləri bu qədər adamı burada toplayıb. Milli kimliyimiz kimdir, milli birliyimiz nə olmalı, necə olmalı? Mən çox baxamım, Azərbaycan xalqının demək, həmişə xalqın onlarla qürur duracağı işləri olubdur. Məsəl üçün, böyük alimlər, böyük elm sahibləri dünyanın keçmiş üzərində demək olar ki, hər yerində Azərbaycanı təmsil edir. Məsəl üçün, Kərim Kərimov elə bir şəxsiyyət olub ki, Azərbaycanda dünyaya gəlib, yoxlayıb edib. Kosmodromda bütün kosmosa çıxan, gedən kosmonavtları qəbul edib və onları yola salıb bütün kosmik proqramların rəhbəri olub. Bəli, Dövlət Komissiyasının sədri olub. Bu adam təsəvvür edir ki, ta SSR-i dağılana kimi bizim ondan xəbərimiz olmuyor. Televizorlarda göstərəndə də arxa tərəfdən göstərirlər Kərim Kərimov, üzündən tanımayan. Mən kafedra müdürü işləyirdim orada. Tələbələrimiz deyir, Kərim Kərimov əvvəldən bilsəydik oradan da biz də gelib orada kosmonavtda yazılardı. Məsəl üçün, bir nümunə dedik, bizim neftçi nümayəndəmiz olubdur. Sibirdə bildiyiniz kimi, indi Rusiyanın bütün o maşınlarını, təyyarələrini hərəkətə gətirən neftin çıxarılmasında onun böyük rolu olubdur, Fərman Salmanov. Bu adamlar, elmlər doktoru olur, profesör olur. Bunun da kəşfi bütün SSR-nin hamısına bəllidir. Belə bir alimin Azərbaycanlı olaraq orada yarattığı, ondan sonrasına orada gördüğü işler bütün bunların hamısıyla beraber onun labiyyatlığı var ve yaşlar. Bu demek siyahını artırma olar. Bizim gençlerden kimi demek istedim. 6. sınıf şagirdi olan Ruslan adında biri olan Usar'da. Demek bu uşağın demek o kadar talantlı kabiliyeti var ki demek 6. sınıfta riyaziyatı çok yaxşı öğrenip ve riyaziyatta ona verilen tapşırığı kompüterden tez edilir. Mesela Rusya kanallarının birinde gösterdiler onu. Bu genç oğlandı, bu saat onun 15 yaşı var. Demek ki devlet oluyor, baktığımda zaten
məktəbi var. Onun o məktəbdə oxuyur bu saat, 9-cu sinifdə. Yəni, belə talantlı insanlar Azərbaycandan çıxıb və mən bunlardan birincisini dedim, vaxt almıram. Amma kifayətli hesab edirəm. Həmişə bunların arasında da böyük alimlər olub. Sağ olun. Mən üzr istəyirəm. Keçən dəfə də, indi də qulaq asanda bu mikrofonun səsi dağıdır. Mənə elə gərək belə danışsam daha yaxşı, nəşə mikrofonsuz. Çünki gözəl ifadələr, gözəl sözlər, amma tam qəbul edəmirəm şəxsən. Birinci, mən hər birində təşəkkür edirəm. Xüsusən Zəlimxan bəyə, yəni çoxdan tanıdığım kimi bu mübarizə yolunda böyük künglər çalan bir şəxs kimi bugün bura yığılmağımızın əsas səbəbləri Zəlimxan bəyin o yorulmazlığı, onun böyük o mənəviyyəti, ideyaları, bax bunlar bizi bura yığıb və mən də bir vətəndaş kimi təşəkkür bildirirəm. Ancaq burada bəli, millətin hamısı alim ola bilməz, millətin hamısı fəhli ola bilməz. Mən də alimlərin təbliğini bir kənara qoyub, ümumi fikrimi söyləmək istəyirəm ki, alimlərin təbliği yox, təbliği bu da lazımdır. Böyük Peyğəmbərimiz deyir ki, mən üzr istəyirəm, böyük alimimiz, yəni unudulmaz alimimiz Camal Mustafayev ait mən bir kiçik kitabda yazmışdım. Orada o kitabçanın önündə elm və alimlər haqqında deyilən aforizmlər mən göstərmişdim, yəni Camal müəllimə layiq və orada çoxlarını var, orada çox deyilən ifadələr, amma Peyğəmbərimizin elm haqqında, alim haqqında dediyi fikirlər var, ancaq ikisini mən deyəcəm. Peyğəmbərimiz buyurub ki, alimə hörmət edin. Kim ki, alimə hörmət edir, o mənə hörmət edir. Çünki alim mənim hövlümdə dayanır bir şəxsdir. Elm haqqında deyir ki, elm məsləhətçin, mülayimlik dostum, əql bələdçin, səbir tacım olsun. Doğrudan da bunlara yəni xidmət edən, bunları bacaran şəxslər həyatda mövqeyd olacaq, dövlətinə, xalqına, millətinə öz böyük bir mənəvi dayağı dəstəyi ola bilər. Mən ümumiyyətlə bugünkü Zəlimxan bəyin kitabçasında əvvəllərində mən tanış olmuşam. Nələri əlavə edib, nələri mən deyə bilərdim ki, doğrudan da o qədər gözəl yazılıb ki, yəni orada mən nəzəri yanaşmanı daha çox görürəm. Nəinki o nəzəri yanaşmanın praktik hissəsinin həyata keçirilməsini. Mən çox arzu eləyərdim ki, orada yazılan o gözəl nəzəriyyəni, əlbəttə bu dövlətimizin axtarsaq istənilən konstitusiyasında mütləq bu ifadələrə rast gələ bilərik. Ancaq onları həyata keçirmək bəlkə ondan da çətindir. Biz nəzəriyyədən, sözdən artıq o tətbiqə keçməliyik. Uğurlarımızı mən burada görürəm. Bizim tarix dövrümüzdə mənim nisbətən gənclik yaşlarında mən dövlət televiziyasına bir 10 ilə yaxın elmi kütləvi verişlər aparmışam. Və orada hər dəfə mən o efirdə istənilən mövzu qoyanda mütləq Camal müəllimlə mən məsləhətləşirdim. Camal müəllim bir cümləsi kifayət edir ki, mən onu kitab elətdirə bilim və respublikamızın məqsədi nə idi? Hətta mən onda da məqsədim Zəlimxan bəy, sizin bu yazdıqlarınızın bəlkə də bir ana xəttini təşkil edirdi. Amma öz səviyyəmizə görə adını da Camal müəllim məsləhətinə mən amal qoymuşdum. Amal niyyət. Yəni niyyət. Mən Dövlət Televiziya Komitəsi sədrindən müraciət edəndə dedim ki, mənim məqsədim burada budur ki, mən Gürcüstanda və Ermənistanda özümüzdə olan sıra vətəndaşlarımızı tanıyıram, bilirəm. Onların mütaliə qabiliyyətini, onların qəbul etmə qabiliyyətini
mən erməni gürcünün fəhləsini, sıra vətəndaşını hiss edirdim ki, mənim fəhləmdən mənim sıra vətəndaşlarım daha çox savadlıdırlar. Niyə? Onlar mütaliə eləmək qabiliyyəti var idi. Ancaq bizimkilər efirdə nə eşidir, onun mütaliəsi onunla kifayətlənirdi. Ona görə efirdə bir amal niyyəti bir veriliş açan ki, mənim fəhləm, mənim kolxozçu, mənim sıra vətəndaşım oradan eşitdiklərinlə onun səviyyəsi erməninin, gürcünün fəhləsinin səviyyəsindən artıq olsun. Bax, burada nə qədər ona mən nail olmaya sistemli bir veriliş idi və qəbul elədilər. Doğrudan da məqsəd, nəhəng alimlərimizi dəvət edirdim, amma deyirdim, bu elmi seminar olmasın. Orada elə bir söz deyib rətamizdə, ondan çoban da götürsün, ziyalı da götürsün və hər birimiz bəhrələnə bilək. Mən isə bilirəm ki, o millət, o dövlət güclü olur ki, onun alimi də güclü olsun, tələbələrinə də bunu təbliğ edirəm. Onun fəhləsi də güclü olsun, sıra vətəndaşı da. Yenə deyirəm, hamı alim olanmaz, hamı sənətkarın, sıra vətəndaşın elədiyini bizlər edə bilməliyik. Dövlət, millət tarixdə ancaq elminlə, mədəniyyətinlə, incəsənətinlə qalır. Yəni, o ticarətinlə, alverinlə tarixə düşən millət dövlət mən tanımıram. Ona görə bugün Ziyanıxan bəyin bu yorulmazlığı qarşısında mən qeyd edirəm, uğurlar arzu edirəm və hesab edirəm ki, burada hər birimiz bir vətəndaş kimi kənarda qala bilməliyik. Bircə cümlədə fikrimi deyim və şunlaşdırıram, sizi yormayım. Mən tələbələrimə həmişə təbliğ edeyim, birinci sualım olur. Mənim gözəl tələbələrim, sizin burada oturmanın səbəbi nədir? Biri deyir, yaxşı oxumuşam, biri deyir, hazırlığa getmişəm. Hərəsini danışdırırım, dediyim icazə verin, mən deyim. Siz razılaşın mənlə və ya mən sizlə razılaşım. Birinci, burada oturmanızın sizin valideynlərinizdir. Valideynləriniz, mən də valideynəm. Ailənin məhdud imkanlarını sizi təmin eləməsə, tələb olunmazsınız. İkinci, dövlətimizdir. Bu nəhəng buna keçməsə, hazırlığınızı harada ki, keçmənizi harada təsir almazsınız. Üçüncü, biz müəllimlər. Bu üçündən biri olmasa, tələb olmazsınız. Deməli, siz ən azı valideynlərin qarşısında, dövlətin qarşısında və müəllimlərin qarşısında o mənəvi məsuliyyət daşıyırsınız. Biz də Zəlimxan bəy, bugün sizin bu idarədə mənəvi məsuliyyət daşıyırıq. Söz verir ki, bazarımıza seçəməyəcəyik. Qarşıda gələn bayrağımız mübarək. Bir-iki dəfə bax mənim ziyalı sözü işlədim. Zəlimxan bəy. Mikrofonsuz danışın, səsiniz olsa gözəldir. Çox sağ olun. Allah ruhunu şad eləsin, Hikmət Ziya vardı, bizim təmsil yazan şairimiz. Onun belə bir təmsilini oxudum. Dedi ki, yazıb ki, ziyalı günəş yerə elə ziya göndərdi. Səpildikcə çöllərə valəzara döndü. Kibrit də ziyalıyam deyib elə alışdı. Ətrafı yandı tamam, bütün aləm qarışdı. Ziyalı var ziyası, cəmiyyətə ziyadır. Ziyalı var ziyası, 200 ildə əzabını çəkir. Hər millətə ziyalıdır. O, onlara aiddir. Amma mən bir ziyalı tanıyıram, Zəlimxan Məmmədli adında. Neçə ildir tanıyıram və eyni zamanda fəaliyyətini də izləyirəm. İmkan olanda, imkanım olub, bu 2 dəfə dəvət elədi, gələ bilmədim, səhhətinlə əlaqədar. Məmnuniyyətlə gəlirəm, qulaq asıram və maariflənirəm. Zəlimxan Məmmədli, o ömrünün o bir hissəsini bilmirəm. Mən tanıdığım illərdə ona fikir verirəm ki, xalqımızı, o ziyasını şam kimi əridir, xalqımızın maariflənməsi yolunda və çalışır, istəyir ki, xalqımız dəmir yumruq ətrafında möhkəm, son dərəcə möhkəm birləşsin, Azərbaycanın imzası imzalar içərisində əmkarlığı olsun. Olacaq və olur da, var da. Allah canınızı sağ eləsin. Sağ olun. Var olasınız, bu işdə mən sizə uğur arzulayıram. Neçə ildir tanıdığım ziyalılardan biri də hörmətli Vaqif Nəsir Zəliz qardaşım. Bir dəfə onun İndi bilmirəm, 5-6 kitabıdır, neçə kitabıdır? Gəldik Eldas, təzə şeirlər yazmışam, şeir kitabıdır. Əla şeirlər var, müxtəlif mövzularda. Mənə də tədbir aparmaq lazım idi. Və deyim sənə, bunu sonra soruşacağım səndən.
Bir aydan sonra görüşdük. Dedi, ne oldu? Götürdün? Dedim, hə, götürdüm. Bir bənd götürmüşəm. Ne canlısı, ne danışsan o kadar güzel. Dedim, hamısı güzel idi. Öz kimi var benim. Ama mənə lazım olan o idi. Ne yazın? 50 nədir? Sual gəldi qəlbimdən. Cavab aldım. Ömrün uca dağıdır. 50 qocalığın cavanlıq vaxtı, 50 cavanlığın müdrik çağı. Elə bir möhür vurub ki, heç nə ilə əvəz eləmək olmaz. Allah can sağlığı versin və siz ziyalılara da mehribanlıq versin. Mənim istəyim birisi nədir, uşaq vaxtından da. O, xalqımız ki, bir-birinin ətrafında birləşir, 44 günlük müharibədə olduğu kimi və eyni zamanda dövlətimizlə bir yerdə bir yumruğa dönürük. Allah onu bizim əlimizdən almasın və gələcəkdə də Azərbaycan möhkəm olsun, bütün dünyanın diqqəti buyurduğu olsun. İstəməyənlər yansınlar, istəyənlərin canı sağ olsun. Necə? Bir dənə şey. Bilirsiniz, daha 2009'dan pensiyadayım, 2009-cu ildən neyniyə bilərik, sağ olsun rəhbərimiz məni başqa yerə dəvət edirdilər. Bilirdim ki, bizdən qabaqçılar, bizdən qabaqçılar həm sənədləşdirirdilər pensiyanı da və eyni zamanda da işləyirdilər, amma mənim vaxtıma gəlib düşdü, mütləq getməli idik və bilmirəm, düz elədim ya səhv elədim. Başqa kanalda, siz özü də bilirsiniz, hansı kanal idi. 60 illik, 50 illik yükleyləri qeyd edirdilər anşlıqla, isabət insanların. Mən də bir növ istədim, zəng elədim ora, axırda elə alındı ki, kanalın rəhbəri də neçə ildir keçib deyə bilərəm. Dedi ki, bilirsən, nə var, necə deyil? Dedim, valla, belə də, pensiya çıxıram olsun da, vəziyyət belədir də, gəl, rədiyonda verim sənə, televiziyanda iki qardaş əl-ələ verə işləyək. Dedim, hə, yaxşı, gəlirəm. Bir 4-5 ay gecikdirdim. Gördüm, bir şey yoxdur, zəng ededim ki, gələrəm, ərzə yazdım sədrə ki, mənim ayın birindən işdən azad edəyəsiz. Rayondan gəlirdim, yolda mənə zəng ededim mobil telefonla ki, sədr səni çağırır. Gəldim, dedi, bu nədir, bu nə ərzə? Dedim, onsuz da pensiya edir. Dedim, nə danışsınız? Mən səni buraxaram. Götürdü, maliyyə şöbəsinə zəng elədi, daha məbləğini demirəm, filan qədər qənarar yazmayıb dostlar. Ömrümdə almamış. Sağ olsun, Allah canını sağ eləsin. Böyük xeyrxahlıq elədi. O pul onsuz da mən halallıqla böyümüşəm. Allaha yalvarıram ki, yaxşı ki, mən o qiymət, o pulu qismət eləməm. Bu insanlığım qalsın gedədir. Halallıqla başlamışam, halallıqla da. Amma mənə mənəvi dəstək verdi. Məni evdə oturmağa qoymadı. Məni domino oynamağa qoymadı. Nərd oynamağa qoymadı. Yoxsa evdə batardı. O, keçdim şeir oxumağa, hekayə oxumağa. YouTube da təşkil olundu, kanal da təşkil olundu. İndi qazancım odur. Çox hamının qarşısında baş əyirəm, minnətlərəm. Mənəvi cəhətdən sizin kimi insanlar məni yaşadırsınız. Ona görə də kanallar da düşdülər. İndi TikTok'a verəndən sonra sən demə bütün Azərbaycan TikTok'a baxırmış. Vəziyyət dəyişdi. 10-15 mən aktyor deyiləm, mən diktirəm. 10-15 şeir bilirdim. Hamısında demişəm, o üzr istədim, söhbəti uzatdım. Hamısında demişəm, hamı da məndən yaxşı bilir. Amma məhəbbət haqqında, mövzu məhəbbət haqqında axtardım bir şey. Təsəvvür edin, bu qalınlıqda ana haqqında kitab verdilər mənə. Onların içərisində mənim xoşuma gələn Cəbarında, Cəfər Cəbarının anasından başqa ana olmadı, tapa bilmədim. Amma məhəbbət haqqında da axtardım. Axırı fikrət qocadır, rəhmətli fikrət qocadır. Bir məhəbbətin taledə öz nuru var. Gözəl arzu, saf niyyətli məhəbbət. Var dövləti neyi versən bəxtəvər, düşərməyən var dövlətli məhəbbət. Vurulursan, adın çıxır yadından. Həzz alırsan alovundan, odundan. Doymaq olmur ağrısının dadından. Şirin acı həqiqətli məhəbbət. Yanırsan yan, tüstülənmə, alışma. Öz sevgini kimə gəldi danışma. Ey git, ey oğul, ey qız. Bu bəladan heç vaxt sağalmağa çalışma. Haqdan gələn gözəl dərddir məhəbbət. Allah sizə məhəbbət. Bizim ilkimiz idi. Belə panellər, mikro panellər, mikro mühazirələr. Məncə çox faydalı.
Ona görə hər birinizə təşəkkür edirəm. Bu mənim düşündüyüm bir şeydir ki, hər sayda alimlər bir hikmət deyərlər. Ortadan bir də oraya biz kimsə lazım. Ona görə çox Mən çox üzr istəyirəm bu məclisdə iştirak edənlərdən. Biz burada ikimiz oturan vəziyyətdə danışdıq. Bu iki yoldaş ayaq üstə danışdı. Üzrü hesab edin. Mənim ayağımda problem olduğuna görə mən oturmuşdum. Ona görə bağışlayın biz müəllimlə o Bu deyirsiniz görən bu logo üstündə olan nədir? O tortdur. Ha, o qədər dadlı tortdur. Xahiş edirəm hər masada bir ağsaqqalın elə o tortu kəsin. Bir dəfə bizim bir yubilərlər günümüz var idi. 14 nəfərin ad günü var. 14 nəfərin başını qoymuşam tortun üstünə. Sonra dedilər, tutanı verdilər mənə ki, kəs bunu. Dedim, kimin başından başlayayım? Dedim, xahiş edirəm, özünüz gəl, öz başınızı özünüz kəsin. İndi kəsə bilərsiniz, halalınız olsun. Yeyin, nuş eləyin və sürfəyə ona görə qoyulub. Ben burada paralel, əgər yorucu deyilsə, mən mənə gəlir ki, alim sözü yorucu deyil. Burada media mənsubları var. Bu panelimizin davamı olsun. 2 dəqiqə hər birinə vaxt verəcəyik. 2 dəqiqədə medianın cəmiyyətin formalaşmasında, milli şüur və kimliyin formalaşmasında, idealların formalaşmasında rolu və yeri. Xahiş edirəm Asim Mərzili, Şirət İlqar bəy və İlqar bəylər buyurun masamıza. Gelen yeni yılımız mübarek, şenlik günümüz mübarek ve onların içinde bu günümüz mübarek. Benim sesim ümumiyyətlə eşidilebilir yoksa? Bu zamana da. Ben önce Zəlmuxa bəy sizə teşekkür ederim. Reklam edip 2 dəqiqə dedik. Sen ona 5-10 saniye uyandırıyor. 10 saniye kesin. Yani kısa ve konkret. Əsas o yerin orta hissəsində bu yağlı şey var. Deməli, bir zamanlar biz Borçalı Cəmiyyətinin fəthinin Tumanisi'də o Elaf bayramında iştirak edirdik. Oradan da məndə arxiv var, yəni foto, video, arxivdə baxıram, hər dəfə az TikTok'a, dost müəllim dedi. Hamı TikTok'a baxır. Hərdən yüklüyorum oraya, baxanda o dövr üçün, o zaman üçün, o birliği üçün adam istər-istəməz darıxır və o birliği görmək istəyir. Çok hoş idi, çok güzel idi. Zəlmuxa bəy, sizin həmrəylik yolunda, bizim böyük bayramı 31 dekabrda Dünya Azərbaycanlıları, amma Dünya Azərbaycanlıları bir kənara qoysaq, öz daxilimizdəki Azərbaycanlıların birliyinin bərqərar olması məncə daha vacibdir. Çünki biz burada birliyimiz olmasa, yəni burada o birliyi bərqərar edilməsək, dünya Azərbaycanlılardan onu istəmək, arzulamaq, tələb eləmək çok çətin olar, bəlkə də bəzən mürəkkəb bir məcraya gətirib çıxarda bilər. Və profesör adı yadından çıxdı, Vaqif müəllim çox gözəl bir söz dedi. Biz alimlərimizi, biz ziyanlarımızı, yazıçılarımızı, hətta belə deyək də, çoban deyəndə bəzən deyirlər ki, çoban yəni savadsız adamdır. İnanın, Eldost müəllim, elə çobanlara rast gəlirik bəzən. Onlar ən o ali təhsilli çoxlarından bəlkə də savadlı dünya görüşlü və məntiqli danışırlar. Bunu müəllimin bəxti şəklini gördüğümdə anlattığı orada olanlardan məncə hamısı rəhmətə getmişlərdir. Onlara hamısına rəhmət. Xud müəllim bir sözü vardı, deyirdi ki, uşaqlara vətəni sevməyi öyrətmir. Ona ehtiyac yoxdur. Vətəni onlara yaxşı tanıdın, onlar özləri sevəcəklər. Yəni bugünkü nəslimizə biz 70 il ərzində əsas məntiqə gəlirəm, əgər uyğun vaxt almaması üçün. 70 il ərzində biz həm vətəni özümüzə və gəncliyimizə, yəni bizim dövrümüzün nəslinə tanıtmağa qoymuyorlar. Biz alimimizi tanımırıq. Biz ancaq Rus alimləri, yazıçılarımız, Nizami Gəncəvimizi, Füzulimizi, Xəqanimizi və s. bir kənara qoyub biz Rus klassiklərini, Avropa klassiklərini başlayırdık oxumağa, daha doğrusu oxutdururdular. Məcbur eləyirdiler, alim məktəbdə də, orta məktəbdə də. Ona görə biz ən birinci vəzifəmiz bu olmalı ki, biz bu günləri həm alimlərimizi yaxşı tanıyaq, özümüzünkiləri, milli kimliyimizə qayıtmaq üçün çox vacib. Yazıçılarımızı tanıyaq, ziyanlarımızı tanıyaq, öz insanlığımızı və insanlarımızı tanıyaq. Yəni,
bizim vaxtlarda Sovet dövründə, yəni o dövr hələ də belə deyək içimizdədir. Qəhrəmanlarımızdan biz Zoya, Kosmodem, onun qəhrəmanlığını, Makrosovun qəhrəmanlığını görürük. Olan qəhrəmanlarımızın inanın ki, dünyada əvəzi yoxdur. Ona görə hər birinizə təşəkkür ederim. Yəni uzun aparmamaq üçün medianın əsas vəzifəsi təbii ki, ondan ibarətdir ki, bu bayaq dediyimiz o ideologiyanı, sizin burada müzakirə edədiyiniz, bizim görmək istədiyimiz, bərqərar olmasına çalışdığımız ideologiyanı ictimailəşdirsin, insanlara çatdırsın, cəmiyyətə çatdırır. Çünki cəmiyyət, məhmat, belə deyək, cəmiyyəti güclüdür. O güclüdə biz özümüzü olduğumuz kimi görməliyik. Olduğumuz kimi görmək üçün də gərək bu ideologiyanı ora daşıyıb, apara bilək və əl çatan edir. Ona görə hər birinizə təşəkkür edirəm. Qardaşım. Reqonament meselesi biraz kəskin oldu. Əvvəla təşəkkür edirəm Zəmxan bəy. Tabii ki, mənim də dəvət eləmişsiniz bura. Çox unikal bir atmosferdə, çox gözəl bir auradır. Mənim üçün çox xoş deyiləm burada olmaq və bəlkə də inan ki, tam səmimi deyirəm, tarix bir gündür bəlkə də bugün. Çox yaddaşlar olacaq bir gün olacaq. Milli kimlik, milli düşüncə, siz çıxışınızda qeyd elədiniz, vətəndaş bir formalaşmadan mühüm rol oynayır. İcazə verin bir əlavə edeyim, həm də insanın mənə gəlir ki, şəxsiyyət bir formalaşmasında da milli düşüncə, milli kimlik, milli amil, milli özünü dərk çox mühüm rol oynayır. Yəni bir neçə faktor var, amma qeyd elədiyim faktor da çox mühümdür. Çox aktual bir məsələ Zəmxan bəy. Bugüne qədər həm siyasi partiyalar var bizdə, bilirsən, ictimai təşkilatlar var, adlarında milli sözü var. Amma etiraf eləyək ki, çox təəssüf ki, bugüne qədər onlar ancaq adlarındakı milli sözlə yadda qalırlar. Yəni, konkret olaraq bu milli kimliklə, milli düşüncəylə, yəni hansısa bir, belə deyək də, yadda qalan bir əməl ortaya qoya bilmədilər. Mən əminəm, inanıram, mən sizi çoxdan tanıyıram, mən inanıram ki, siz sözün müsbət mənasında fərqlənəcəksiniz. Sözün müsbət mənasında çox yaxşı bir yol tutmuşsunuz və inanıram ki, sizin mən prinsipiallığınıza, qətiyyətinizə, inanıram ki, siz hədəflərinizi inşallah çatacaqsınız. Hədəflər də çox müqəddəsdir, hədəflər hədəf də olacaq. Çünki bu məsələ ümumiyyətlə elə bir məsələdir ki, bu tarix durduğuza, insanlıq durduğuza, bəşəriyyət durduğuza duracaq bir məsələdir. O ki, qaldı media ilə bağlı, media bu məsələdə sizin yanınızda olmalıdır. Bu hər bir medianın borcudur və olmalıdır və mən əminəm ki, olacaqdır. Və mən rəhbərlik elədiyim media resurslarını bir mənalı şəkildə sizə əmin edirəm ki, həmişə sizin yanınızda olacaq. Uğurlar arzulayıram sizə. Mən də salamlayıram, Zəmxan bəy, bu tədbirə görə sizə özümdən qabılını sözləyirəm. İcazə versəydiniz, çıxışımı hörmətli mühariblər, əziz iştirakçılar, hamınızı salamlayıram. Bu önəmli mövzuda fikirlərimi görüşmək fürsəti üçün təşəkkürümü bildirirəm. Milli kimlik bir xalqı xalq edən, onu digər millətlərdən fərqləndirən dəyərlərin, tarixin, mədəniyyətin, dili və yaddaşın bütöv sistemidir. Bu kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi isə təsadüfi proses deyil. Burada ən strateji vasitələrdən biri mediadır. Çünki media təkcə informasiya ötürən mexanizm deyil, həm də fikir formalaşdırar. Güc, kollektiv, yaddaşın aparıcısı kimi ictimai şuurun güclüsüdür. Bugün biz informasiya əslində yaşayırıq. Artıq kim informasiya haqqında idarə edirsə, o həm də cəmiyyətin düşüncəsini yönləndirir. Bu baxımdan media milli kimliyin formalaşmasında xüsusi rol olacaq. Əziz dostlar, milli kimlik yalnız tarix kitablarında deyil, medianın gündəlik parmağımızın ucu qədər yaxın olan təsirində yaşayır. Güclü milli media, güclü milli şuur deməkdir. Ona görə də medianın üzərində düşən missiya yalnız xəbər hazırlamaq deyil, xalqın səsini, yaxlaşını, mənəvi sərvətini qorumaq və gələcəyə daşımaqdır. Biz bu missiyaya sahib çıxmalı,
medianın milli ideologiyanın daşıyıcısına çevirməliyik. Çünki kim informasiya məkanına sahibdirsə, kim şuurunu formalaşdırırsa, gələcəyi də o sahib olacaq. Bizim də borcumuz təşəbbüslərə dəstək olunur. Təzadlar, koskocaman, göz başında sən orada görmüşsən. O böyük mürəkkəb bir labirintlərdən çıxa-çıxa qoruyan Asım Nəzli və yeni Xəbərmər TV-nin, İnternet TV-nin qurtucusu İlqar bəy və Əvəz Zeynallının Allah şəfa versin, hamımız deyək ki, Allah şəfa versin, onun aparıcısı və ən çətin dönəmdə ona burada dayaq olan İlqar bəy, Əvəz bəyə salamlar, saygılar, dualarımız və hər birinizə təşəkkür ederim. Sağ olun. Üstünə BİAM-ın logosu yapışdırılıb, o dəmir maqnitlidir. Yəni, xaladı bitkisin soyucunun üstünə zaten yapışdırarsınız. Şöyle xanım bağışlasın mənə səhvlə. Yəni, o bizim idarə heyətinin üzrü Şöyle xanım xaladı nüfus sözləyəndə başımızdan vurur. Düz eləyir, haqqını eləyir. Onu götürərsiniz və soyucu. Esmi xanım professor Dünya Akademiyasında Güney Azərbaycan şöbəsində çalışır və həm də çox vacib olan bizim böyük vətən idealında vacib olan Güneyi öyrənmək, Güneyi tətbiq eləmək və hətta mən böyük bir tədbirdə dedim ki, nə istəyirsiniz? Biz Güneyə baxışımızla Quzeyin rabitəsini harada görə bilərik, harada baxmışıq səhifləri? Biz nə cür eləməliyik ki, vahid təfəkkür, vahid ideologiya bizi nə zamansa mənəvi birləşdirib, eyni zamanda fiziki anlamda yaxınlaşdırıb, məqam çatımında don edir. Bu alimimizi alqışlayaq və söz sizindir. Buyurun. Təşəkkür edirəm hər birinizə. Bugünkü çox önəmli bir tədbirdəyik. Mikrofon yerdə verir. Necə belə bugün gəldiyinizə görə çox maraqlı fikirlər, elmi fikirlər, tövsiyələr səsləndi burada. Mən belə düşünürəm ki, milli kimlik əslində hər bir kəsin özündən başlayır. Hər bir kəs əgər milli ideala sadiqlik göstərib və milli kimlik və ideallar yolunda gedən insan birinci özü övrək olmalıdır. Nədən? Ayrıca bir şeydir. Avtobusa çıxırsan, salam, hər vaxtınız xeyir olsun. Mədəniyyət. Ən sadədən başlayıb mürəkkəbə doğru mədəniyyəti təmsil eləməliyik. Mədəniyyəti. Nizami deyildi ki, mədəniyyətin içərisində hər bir şey var. Bayaq da biz özümüz kiçik bir söyləşçilər elə diyor da və həqiqətən də qadınlarımızın bilirsiniz siz, yeteneğe kifayət qədərdir bugün. Və Nizami Gəncəvi deyirdi ki, qüvvət elindədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Mən o sıraya mədəniyyəti də qoşuram. Çünki mədəni təfəkkürü, mədəni səviyyəsi olmayan insan dünyada necə təmsil edəcək bizi? Ölkəsini necə təmsil edəcək? Sen tumu çıxdıyıb yerə tökməkdən, parka tökməkdən, ya küçənin ortasında, ictimai yerdə uşağın üstünə bağırmaqla, səhvliyəndə, ya başqa cür böyük çıxanda avtobusda, ya digər qatara, metroda yer verməməklə. Təbii ki, İstəməzdim ki, Güney Azərbaycan və Quzey Azərbaycan məsələsi ayrılıqda təmsil olsun. Rəhmətli Elçi bəy deyirdi ki, bizim Qarabağa gedən yolumuz bütövlükdə yəni. Əslində bunu bütün Azərbaycanı şamil edərdi. O gedən yolumuz Təbrizdən keçir. Nə qədər ki ayrılıqdayıq, biz o böyük ideallara çata bilməliyik. O idealların yolu məhz birlikdən keçir. Birlik dirilikdir. Şəhriyar deyir, azadlıq quşu varlıq şeirində. Və yaxud da deyir ki, Azərbaycan qəzəlində könlüm quşu qanat çalmaz sənsiz bir an Azərbaycan. Xoş günlərin getmir buradan xəyalımdan Azərbaycan. Səndən uzaq düşsən də mən eşqin ilə yaşayıram. Yaralanmış könlüm kimi qəlbi deyirəm Azərbaycan. Vətən eşqi məktəbində
can verməyi öyrənmişik. Ustadımız deyib geçir, vətənsiz can Azər keçir. Bəsdir fəraq odlarından kül ələndi başımıza. Ayağa dur, ya azad ol, ya tamamiyen Azərbaycan. Övladların nə vaxta da tərki bətər olacaqdır. Dur ayağa. Ya azad ol, ya tamamiyen Azərbaycan. Biz yandıq. Qarabağda sübut elədik yandığımızı. Nədən? Bizə adi gəlir qələbə qazanmağımız. Əslində bizim ən böyük uğurumuz 27 sentyabr 2020-ci ildə başladı. Və Qarabağ Şuşa zəfəri ilə nöqtələndi, o zirvəyə çıxdı. Və Şuşa zəfəri bütün dünyanın hərb sənətinə dərs verdi. Xalq böyükdür, ordumuz şücaətlidir, ərənlərimiz cəngavərdir, hər şeyə qadirdir. Dünən oyun oynayan o kiçik balaca kişilər tankın belində, real tankların, silahların belində Şuşanın o zirvəsinə qalxdılar. Yəni, dumanlı havada, çislinli havada, yaralı döyüşçü dostun çiynində və ərzaqla dolu, ya döyüş sursatı ilə dolu döyüş çantası belində. O sürüşkən qayalara qalxdı. O əzm idi. 30 ilə yaxın içində bəslədiyi nifrət, qisas hissiydi. Yəni, bu xalq adi baxmayın, adi baxmaq olmaz bu xalqa. Amma, yəni, əskiklərimiz də çoxdur. Bunu elədik biz. Amma yaşatmaq üçün nə eləməliyik? Hardan gəlir? Mən deyərdim ki, biz məhz o qələbəni bizə yaradanlara, o şey yaşadanlara diqqət və qayğıya bir örnək kimi. Və adicə bir şey deyim, bəlkə də uzun danışıram, amma avtobusa çıxıram və o sürücüyə deyirəm ki, sabahınız xeyir olsun, ya hər vaxtınız xeyir olsun. Üzünə elə bir təbəssüm qolur ki, və sonrası gündə görürəm ki, deyir ki, biri üzünü turşudub gəlir və onu günahlandırır ki, sən niyə belə sükanı möhkəm sıxdın və mən getdim dəyədim ora. Deyir ki, heç biriniz, sürücü nə deyir? Deyir, biriniz durub demirsiniz ki, çıxanda hamının üzündən zəhirmar yağır, içəri girirsiniz. Demirsiniz ki, ay oğlum, yolun açıq olsun. Salam. Adicə salamı belə qıymırsınız. Və halbuki mən sizi daşıyıram, sizə xidmət eləyirəm. Doğrudur, dostlar? Haqlıdır. Və bugün o milli hökumətin fədailərinin davamçıları çoxdur Güney Azərbaycanda. Və onlar heç vaxt pəs etmədilər. Heç vaxt. Hər zaman gözlərini dikdilər Quzey Azərbaycana. Şimaldan əsən quzeydən əsən küləklər orada həmən əks sadasını verdi. Qarabağ müharibəsi dönəmində, istər 91-ci il, 1-ci Qarabağ müharibəsi, istərsə də 2-ci Qarabağ müharibəsi. 44 günlük Vətən Savaşı dönəmində günlüklər Araz boyu düzüldülər. Bizlə həmrəy olduğunu bildirdilər. Ermənistana göndərilən İrandan silahla dolu tırları, yük maşınlarını partlatdılar. Nələr eləmədilər? Oturdular Təbrizin göbəyində, Urmiyada, Makuda, Sulduzda, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına əsərlər yazdılar. Bəzilərinə özüm sifariş verdim. Xarı Bülbül əfsanəsi danışdım. Rəsul Qədiri Xarı Bülbül poeması yazdı. Bəhram Əsədi Xarı Bülbül şeirini yazdı. Və bütünlüklə yaratdığı əsərlərdə bizim qələbəmizin tərənnüm elədi. Tamam, çok güzel qiymətlər sözlər deyirsiniz. Amma sizə Şuşada keçirəcəyimiz Böyük Vətən konferansında məruzəsi kimi buradan elan edeyim. Tamam. Hazırlaşın. Söz verdim. Zaten bir kitabım benim, antolojiyam. Bütün Azərbaycan bədii təfəkküründə Şuşa adlanır. Həm o taylı şairlərin əsərlərini orada toplamışam, həm də bu tərəfdə birlik. Mənim üçün ədəbiyyat və Azərbaycan bütövdür, birdir. Ona görə də heç olmasa bacardığım sahədə, ədəbiyyat sahəsində o bütövlüyü yaratmağa çalışırım. Teşekkür ederim. Uzun danışmışsa üzüm istəyirəm. Ürəyət olun. Deməli, biz prinsipə razılaşdıq ki, Şuşada Allah qismət eləsin, niyyətimizdir. Biabın bir konferansını, bir 50 nəfəri avtobus ozanlarımızla bir yerdə gedirik. Yaylaqda gözəl konferansımızı keçirik. Esmira xanımda olur bizim məruzəçilərdən biri. Nəsib bəy oradan baxır, bir də mən olacam, sən olacaq. Nəsib bəy, xahiş edirəm. Nəsib bəyin sabahı çox möhtəşəm
Türk Düşünce Birliği'nin konferansı var. Çalışır, hemen gülmeden, mariflenme işinde çalışır ve Nəsib Bey'e uğurlar arzulayar ve uzundan kıymetli zamanlı ayrıntıya gelip ve seni yolduğuma göre üzülürüm ki o tedbiri hazırlaşmalıydı. Sağ ol, orada görüşelim. Bir daha sağlık olsun herkese. Bu bir valla şərəfdir iştirak eləmək. Əvvəla mövzuya görə. Milli ideallar nəyə lazımdır? Bir başlıq var idi, keçən həftələrin mövzusuydu. Hər bir şəxsin, kollektivin, partiyanın və millətin gələcəklə bağlı fikirləri olurdu. Sovet dövründə bizdə yox idi, bir fikir var idi. Nə vaxt müstəqil olacaq? İndi biz ona nail olduq, bu tərəf nail oldu. Deyil mi? Və o zaman biraz əvvəl söhbət edirdik, bir aşağılıq kompleksi var idi, hamımızda. Bu Qarabağ işğalı dövründə hamımızda var idi, şükür. O dövrləri yaşadık, keçdi, tarix oldu. Və burada yazılanlar, Vahid Vətən, Turan, Vahid Qafqazevi, bunlar günümüzün məsələləri. Uzaq gələcəyin deyil. Biraz əvvəl yenə dedim. Sovet dövründə mən Homo Sovetikus, o nəslindənəm. Çoxmu adam fikirləşirdi ki, biz müstəqil olacaq? O Sovetlər Birliyi deyilən o şər yuvası dağılacaq. Yox, 1% heç deyil. Vallahi o haqda söhbət edən, fikir söyləyən adamlara dəli kimi baxırdı. Hətta ən yaxın çevrəmizdə belə deyirlər ki, işin gücün yoxdurmu? Normal söhbət elə. İndi həqiqətən biz o milli idealların peşində olmalıyıq, arkasında olmalıyıq, onu yaymalıyıq. Və əlbəttə ki, bu biraz əvvəl söyləndi eləmək ki, mənim siz söylədiniz. Biri var ki, o istiqaməti müəyyən eləyəsən, doğru düzgün istiqaməti müəyyən eləyəsən, bu özü bir işdir. Və bu sizin bu sənədə görə təbrik eləmək istəyirəm, Zərifxan bəy. Və Böyük İdeallar Araşdırma Mərkəzini təbrik eləmək istəyirəm. Çox dəqiq, sərras ifadələrlə bu gələcəyimizə işıq açan bir proqramdır. Mən məsələn, başqa bir, fərqli bir mövqeydən də baxa bilərdim. Məsələn, burada Azərbaycançılıq var, türkçülük yox. Türkçülük yoxdursa, Azərbaycançılıq yox. Türkçülük motordur, bazisdir. Və biz də deməyik, burada da deyilməyib və harda deyiləsin. Eləməyim. İkinci, bir də gələcəklə bağlı. Mən burada boynum əyilmişdik. Mənə 2 dəqiqəlik, necə olmasa 1-2 dəqiqə vaxt verir. Bu, indi bizim gələcəyimizlə bağlı. Bunlar dedik. Bunlar xarici siyasətimizin ana xəttini müəyyən edən ideallardır. Biz buna elmi dildə strateji düşüncə deyirlər də. Bəlkə də 20 il, bəlkə də 30 il çəkəcək. Olsun. Amma içində varsa bir millətin, o reallaşacaq mütləq. Çox bağışlayın, biz tələbələrə deyirik. Deyirik ki, özdə mənfi bir çatıda örnəkdir. O Hitlerin dövründə Lebensraum demirdilərmi, həyati sahə filan lazımdır bizə. Yəni, Şərqi Avropada biz genişlənməsək, bizim axırımız yoxdur, çünki qitə dövlətiyik. Deyirdilər. Baxın, üstündən nə qədər keçdi, o qan içən, o dünya tarixində ən mənfi, o keyfiyyətlərlə tarixə düşən bir adam olmasına baxmayaraq, amma Almanın fikri idi. Üstündən 50 il keçəndən sonra Şərqi Avropada indi Siemens hər işi görür. Yəni, Şərqi Avropa ki 10 illərlə Almanların arzusuydu, idealıydı, indi onun təsiri altındadır. Biz də heç qorxmamalıyıq. Bir də, valla 20-30 dedim. Bütün Azərbaycanla bağlı məncə çox da gözləməyə ehtiyac olmayacaq. Çünki dünya çox sürətlə dəyişir. Daxili siyasətlə bağlı bir şey deyim. Üçlü düstur var da, layiq, demokratik, rifah dövləti.
Əlbəttə biz indi 2020-dən sonra, ondan əvvəl 91-dən sonra biraz bir belimiz düzəlir. Amma İsveçlə Azərbaycanın əhalisi təxminən bərabər. Siz nə qədər? 74 min dollar. Azərbaycanda 7 bin dollar. Bu ne demektir? Bu demektir ki bir İsveçlinin gördüğü işi 10 Azerbaycan vatandaşı görebilir. Bu dəhşətli bir gerilikdir. Özümüzü tərifləməklə deyil ki, biz belə lideriyik filanıq, nə bilim neyik ya. 2 milyonluq Ermənistandan üstün olmaq çox böyük bir iş değil. Yəni bu rəqabət olan bu dünyada özünü təsdiq eləmək üçün hələ çox böyük ideallara, çox böyük işlərə imza atmalıyıq və məncə optimist olmağa da dəyər. Valla bu ideoloji baxımdan kasıb bir ölkədə əgər belə məclislər keçirilirsə, optimist olmağa dəyər məncə. Yaşayın, sağ olun. Yorucu değil ki, yani soruşum insanlarımıza, yorulan yoktur. Yekunlaşdırırıq, bu artıq o suskunluq dönəməkdir. Ben istəyirəm, biz Dədə Camal dediğimiz böyük bir dua geldi, iz koydu, getdi ve bizim de ilk zamanları xeyir işə, xeyir duamızı verin oldu. Her zaman. Rıza bəy dedi, onun məsləhət yerlərimizdən biri olub. Onun ailəsi buradadır və qızı, böyük qızı Leyla xanım və nəvəsi. Hər ikisini salamlayıram. Hoş gəlibsiniz. Mən gəlib bu cəmiyyətin, təşkilatın üzvü olacaqsınız. Beyniniz, zehniniz ikili, faydalı olacaq. Biz Rıza bəy praktik fəaliyyət istəyir. Taban düzəlməsə, alt yapı düzəlməsə, üstünü qura bilməyəcək. Biz əvvəl onun xımlarını möhkəm eləməliyik. Biz birləşməliyik. Bu qüvvənin hələ birliyi üçün, ideoloji cəhətdən birliyi üçün bir zaman da keçməliyik. Bir zaman da keçməliyiz. Sıralar genişlənməli. Oturuşmalıdır ki, biz onun üzərində, üst qurum üzərində düşünə bilək. O nəzər bir. Leyla xanım, sizi xahiş edirəm. Bir kəlmə sözü. Sonra Musa bəy, sənin qarasını hazırlaşsın. Meydana bir səs salın. Ola bilər kimsə sındırmaq istəyəcək, oynamaq istəyəcək. Mən elə sizin səs gələndə yerində durmuram. Buyurun Leyla xanım. Düşən gəlcək qızım, sən də gəl istəyirsin. Gəlin, dostum, çəkirsən. Buyurun. Əvvəla mən Zəlim xanım müəllimə böyük minnətdarlığımı bildirirəm. Bugün məni bura dəvət etdiyi üçün. Zəlim xan bəy bizim evimizin ən sevimli, ən əziz qonağı olub həmişə. Mənim atamın çox sevdiyi, mən deyərdim ki, bəlkə də qardaşı, oğlu kimi sevdiyi bir insan olub. Və deməli, atam əslində həmişə çox maraqlı söhbətlər eləyərdi. Yəqin onu təqdim eləməyə ehtiyac yox, əgər biriniz tanıyırsınız. Və bu söhbətləri dinləyən də ən çox Nərgiz xanımdan Zəlim xan müəllimidir. Düzdür. Doğrudan da, yəni çox maraqlı. Zəlim xan müəllimin doğrudan da fəlsəfəyə və xüsusən də siyasi fəlsəfəyə çox böyük marağı oldu. Və bugün burada qoyulan məsələ çox vacib məsələdir. Zəlim xan müəllim, sizə bir daha minnətdarlıq edirəm ki, yəni milli kimlik, milli şuur, milli ideal çox önəmli bir problemdir. Yaşadığımız hal-hazırki dönəmdə də çox önəmlidir. Əslində bir xalqın var olması, onun milli kimliyinin müəyyən olması, milli idealının müəyyən olmasıdır, milli şuurunun müəyyən olmasıdır. Və deməli, milli şuur necə formalaşır? Milli şuur hər hansı bir ərazi bütövlüyü ilə deyil, hər hansı bir millətin say çoxluğu ilə deyil, o millətin milli ruhunun kamilliyi ilə formalaşır milli şuur. Və milli ruhun kamilliyi, əslində mən gənclər çıxış etdilər, çox gözəl də çıxış etdilər, hər birisinə öz minnətdarlığımı bildirirəm. Və milli ruhun kamilliyi nə deməkdir? Milli ruhun kamilliyi odur ki, sən gəncə özünlə nümunə ola biləsən. O gənci özünlə tərbiyə edəsən. Məsələn, mən
millətə sevgini, millətin evladını öz evladından əziz tutmağı, fərqləndirməməyi, torpağa sevgini, xüsusən qara yazıya sevgini mən öz atamdan öyrəndim. Mənim atam mənim üçün böyük bir məktəb qoydu, getdi. Mənim müəllimim öz atam oldu. Yəni, öz şəxsi mənafeyini deyil, milli mənafeyi üstün tutan alimlərdən idi. Və belə alimlər arasında belə, yəni bugün şükür olsun ki, bir sıra alimlərin adını çəkə bilərik və burada oturdular, burada oturan alimləri də həm salamlayıram, həm də öz təşəkkürümü bildirirəm. Çox gözəl çıxışlar etdilər. Onlar hamısı canlı nümunədirlər gənclərimiz üçün. Gənclər onlardan örnək alırlar. Onlara baxıb torpağı da sevəcəklər. Gənci buna məcbur etmək qeyri-mümkündür. Başa düşürsünüz? Hal-hazırki bir zamanda mən özüm də universitetdə dərs deyirəm. Gənc deyir ki, əgər mənə bugün vətənimdə vəziyyətim yaxşı deyilsə, əgər mənim problemlərim varsa, mən vətənimi tərk etmək məcburiyyətindəmsə, onda nəyə görə vətənimi sevməliyəm? Belə sual da verən gənclər çoxdur. Bizim özümüzə də sual verirlər. Mən fəlsəfə müəllimiyəm. Və mən belə düşünürəm ki, yenə də biz yaşlı nəsil örnək olmaya bacarmalıyıq. Gənclərə yol göstərməyə bacarmalıyıq. Onların yolunda mayak olmağı bacarmalıyıq. Və bu baxımdan Zəlimxan müəllimin fəaliyyətini xüsusilə də qiymətləndirmək lazımdır. Zəlimxan müəllim millət yolunda, məhz mənim atamın tələbəsi olaraq deyim, ona bənzəməyə çalışıb. O da öz mənafeyini deyil, həmişə milli mənafeyi düşünən şəxsiyyətlərdən biri olubdur. Minnətdaram sizə Zəlimxan müəllim. Minnətdaram ki, gün atamı da yad elədiniz. Allah ona da rəhmət eləsin. Allah devam edin, can sağlığı. Qalan gerçəkdən Cəmal müəllimin bu sırada da vardı. Öyrənləsi şəxsiyyətdir. Onun əsərləri, çox möhtəşəm əsərləri var. Qalib gələcək Cahanlı Kəmal, Səməd Vurğun və Avropa baxışı ilə şərq baxışını toqquşdurur və orada Azərbaycan Türk müdrikliyini ortaya qoyur. Çox möhtəşəm bir əsər. Və yaxud da Aşıq Ələsgər ikilisində sufilik. İndi o plagiatlıq var deyəsəm, oğruyublar, onu mən çapılamışam. Orada Aşıq Ələsgər ikilisini o qədər dəqiqliyinə, o qədər fəlsəfi və çağdaş zamana uyğun, o qədər gözəl təhlil edəcək ki, savadsız deyilən bəzi ədəbiyyatlarda Aşıq Ələsgər dünya elminin bilicisi kimi, İslamın və dünya elminin bilicisi kimi təqdim olunur, özü əsaslandırarıq və əsərlərindən. Belə Leyla xanım, Gülşar xanım gəldi, şərəf verdiniz. Mən Camal Mustafayev irsini getməyi, araşdırmağı, mən artıq bir insan adlı bir kitab da yazdım, ondan olan söhbətlərimizin ciddi diqqət qazandı. Amma yeni bir iş üzərində işləyirəm. Camal Mustafayevin düşüncələr sistemi. O sistemin özünü sistemləşdirə bilsək, o da faydalı işlərimizdən biri olacaqdır. Sizin də burada olmağınızı şərəf verdim, amma gələcəkdə də davam edeyim. Mən təqribən ssenarini belə görürəm. Biz Qara Zurnaya meydan veririk. Sonra Güllü xanım, sənə təşəkkür edirəm. Yerini tutmadım. Buyurdu, biz həyəcanı çoxdur. Ona görə biz sən Dincəl ilə, Şanlı da buradadır, yoldaşın da buradadır. Qara Zurnadan sonra baxaq vəziyyətə. Adilin bir havası var, türkçülük ilə bağlı. Son bağlanışlardan biri odur. Və ondan sonra da bizim müxəmməs gələcək, yəqin ki, üstadlarımıza təşəkkür edirik. Arada da bir eşqimiz olursa, muğam üçlüyüksüz, geyindiniz desən, geyindi qutarlı olur. Olur, bir də sizə sərbəst veririk ki, nə zaman istəsəz. Artıq, necə deyərlər, yekunlaşdırmaq üzrəyik, finala yaxınlaşırıq və mən də bir müddət kənarda əyləşdim. Kənardan izləmək daha çox zövq verdi mənə. Zəlimxan bəyə təşəkkür edirəm, bir müddət mənə də xoş oldu. Və indi davamı bu cür olacaq. Milli İdeallar Deklarasiyasını bizə Şölə xanım, Qadınlar Birliyinin sədri Şölə xanım təqdim edəcək. Alqışlarımızla salamlayıram.
Tanrıma şükürlər eləyirəm ki, belə bir məclisə oturmağa bir daha mənə nəsib elədi. Alimlərimizə, ziyalılarımıza bir daha təşəkkür eləyirəm. Düzdür, mən gənc deyiləm, amma sizdən ilham alıram. Yaşamaq üçün, yaratmaq üçün ilham alıram. Aqillərin belə bir sözü var. Deyir ki, ümid cəsarət verir. Yəni, biz hamımız bura müəyyən ümidlə gəlmişik. Bu ümidimiz varsa, deməli, cəsarətli olmalı. Cəsarət qüvvət verir. Qüvvət isə qələbənin anasıdır. Və mən inanıram ki, inşallah, biz görməsək də gənclərimiz bizim ideallarımızın həyata keçirildiyini görəcək. İnşallah. İndi mən sizə deklarasiyamızı oxuyum. Biz bu torpağın övladları, Azərbaycan xalqının mənəvi varisləri və gələcək nəsillərin məsuliyyətini daşıyan bir toplumun nümayəndələri olaraq bugün Milli İdeallar günündə tarixi yaddaşımızın, milli kimliyimizin və modern inkişaf iradəmizin birliyini təsdiq edirik. Bu deklarasiya Azərbaycan dövlətçiliyinin təməlindən çevrilmiş azadlıq idealını yenidən düşünmək, sistemləşdirmək və gələcək nəsillərə aydın istiqamət kimi təqdim etmək üçün qəbul edilir. Milli kimlik idealı. Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və mənəvi kodu milli kimlik mənbəyimizin əsas dayağıdır. Milli kimlik keçmişin mirası deyil, həm də gələcəyin quruculuq iradəsidir. Biz milli kimliyi zamanın tələblərinə uyğun olaraq müasirləşdirməyi, onu açıq, dinamik və inkişaf yönümlü bir sistem kimi qorumağı öhdəmizə götürürük. Milli suverenlik idealı, dövlətin müstəqilliyi Azərbaycan xalqının toxunulmaz haqqıdır. Biz hər cür xarici təsirdən, asıllıqdan və politik alətə çevrilmə risklərindən qorunmağı stratejik və prioritet qəbul edirik. Suverenliyin qorunması yalnız siyasi deyil, həm də intellektual, iqtisadi və mədəni səviyyədə milli özünü təsdiqin təmin edilməsini tələb edir. Azərbaycan modernliyi milli dəyərlərlə qlobal çağdaşlığın harmoniyasına əsaslanır. Biz bilik, texnologiya, elmi düşüncə və innovasiyanı milli inkişafın əsas meyarları kimi qəbul edirik. Modern Azərbaycanlı milli köklərə bağlı, həm də gələcəyə açıq bir şəxsiyyət modeli olaraq təsdiq edilir. Biz bütün növ siyasi, sosial və mənəvi qüdrətləşməni Azərbaycan gələcəyinə təhdid kimi qiymətləndiririk. Milli birlik eyni düşünmək deyil, eyni məqsədə xidmət etmək deməkdir. Böyük İdeallar Araşdırma Mərkəzi Azərbaycan modelində milli konsensusun əsasını vicdan, ədalət və ümumi məfkurə təşkil edir. Vahid vətən anlayışı yalnız coğrafi bütövlük yox, tarixi yaddaş, mədəni bağ və mənəvi bütövlük deməkdir. Biz Azərbaycançılığın birləşdirici və integrativ xarakterini qorumağı strateji yol kimi müəyyən edirik. Hər bir Azərbaycanlının harada yaşamasından asılı olmayaraq, vahid vətənin ayrılmaz hissəsi olduğu rəsmən təsdiq olunur. Azərbaycan Türk dünyasının ayrılmaz mərkəzi, Qafqazda sabitliyin aparıcı sütunudur. Biz Turan mədəni siyasi yaxınlaşmasını, Türk dilli birliyin güclənməsini və regional sabitliyə xidmət edən Qafqaz ortaq evi modelini dəstəkləyirik. Bu ideallar Azərbaycanın strateji inkişaf xəttinin təbii davamıdır. Biz bu deklarasiyanın iştirakçıları və dəstəkçiləri olaraq milli idealların qorunması və inkişafı üçün davamlı fəaliyyət göstərməyi, gələcək nəsillərə daha güclü Azərbaycan miras buraxmağı, millətin suveren, müasir və birliyə əsaslanan inkişafını təmin etməyi öz üzərimizə götürürük. Bu deklarasiya Azərbaycan üçün yeni bir mənəvi siyasi mərhələlərin başlanğıcı kimi qəbul edilir. Biz inanırıq ki, milli idealların sistemləşdirilməsi güclü dövlət, güclü cəmiyyət və güclü gələcək üçün ən möhkəm dayaqlardan biridir. Yaşasın Azərbaycan, yaşasın milli ideallarımız və şairlərin huzurunda şiir demək çətindir, amma gərək deyim. Çünki bir neçə dediniz ki, bir də deyim. Təlatüm
Aləmə salsa məni taleyin, yenə gətirərəm güman insana. Gəlsən də itirmə etibarını, özün inanlı ol, inan insana. Vüsal həsrəti ilə çırpınır ürək, bəzən aciz olur, bəzən də zirək. Hamının halına yanan insana mən vətən deyirəm, insan deyirəm. Hər elin öz dəbi, öz qaydası var. De, qəmin qüssənin nə faydası var? Hər dərdə, ağrıya dözməkdə olar. Kaş əzab verməsin vicdan insana. Və mən inanıram ki, burada oturan hər bir kəsin bir hakimi var, öz vicdanı. Göydə Allah, aşağıda vicdanımızın qarşısında məsuliyyət daşıyırıq. Amma bir qarzımı da deyim, Telefon bəy, bu mən xəstə yerimdir. Gəlin millətimizin adını qaytaraq. Dünyada yeganə millətik ki, adımız yoxdur. Azərbaycanlı xalqı yoxdur, Amerikalı, Rusiyalı xalqı yoxdur. Bizim kökümüz nədirsə, kökümüzə qayıdaq. Çünki mən keçən dəfə dedim, bir daha təkrar edirəm. 1500 il yaşayan Çınar nə deyir? Deyir, belə məğrur dayanmaqda haqlıyam, öz kökümlə bu torpağa bağlıyam. Kökümüzə qayıtsaq daha güclü olarıq. Mən belə hesab edirəm. O axırıncı dediyiniz şeylə bağlı təşkilat olaraq mövcud qanunlarımız da var. Soyadların milliləşməsi və Türk adlı geri qaytarılması ilə bağlı bəyanatımız yayıldı. Mövcud qanunlara istinad edərək və hakimiyyətdən də tələb elədik ki, müəyyən bürokratik əngəllər var. Bunu da aradan qaldıraraq insanlarımız ovlardan tutarıb, yerlərdən tutarıb, soyadlarında milliləşdirilməlidir. O cümlədən nəhayət bir millət, iki dövlət yerliyə gəlirik. Hətta axır vaxtları fikir verir, bir millət, bir dövlət tez istəri də yer alır. Deməli, bu millətin adını düz qoymaq lazımdır. O, Azərbaycanlı millət yoxdur, bu Türk millətidir və onun adını özünə qaytarılmalıdır. O artıq içərisidir, amma Türkük. Türkü yox, təbəqələşdirmir orada. Bu Türkü və bitti məsələ. Onun biri qıpşaq olacaq, biri Oğuz olacaq, biri nə olacaq və sonra bu tayfalar arası davala salmayaq. Xahiş edən biz Türkük, geni təmiz, qanı təmiz Türklərik. O alimlər də yazarlar. Qıpşaqlar haradan gəldi, Oğuzlar haradan gəldi. Nə təri assimilasiya elədilər, nə təri inteqrasiya elədilər, bu ayrı bir məsələ. Və biz ona görə də bizim hətta bu vaxta qədər milli məsələlərlə bağlı cəmiyyətdə qütbləşməni aradan qaldıracaq, tarazlıq nöqtəsini tapacaq bəyanatımızı, sənədimizi hazırlayıb həm göndərdik, həm yayıldı. Və tarazlıq nöqtəsi tapılmalıdır. Cəmiyyətdə iqtidar müxalifət arası və yaxud da ayrı təbəqələr arası və siyasi partiyalar arası ixtilaflar həm də milləti bölən bir mexanizmdir. Bunlar oradan qalxmalıdır. Və bizim bir məsələ qalır. Mənə gəl artıq sona qədər qalanlar da, əvvəl gedənlər də hər bir üzrlü səbəb gətirdilər. İnanıram ki, elə də var, başqa bir şey də yoxdur. Bizim ən sonunda bir sənədimiz var, onun adı nədir? İdeala səbəbət anı. Görəsən, biz o and içə bilərik ki, biz ideallara sadiq qalacaq. Biz bir yerdə olacaq. Bunlar bir sənədi birləşdirici bir şeylərdir, məsuliyyət ağır şeylərdir qarşılıqlı. Balaca bir həcmi var. İstəyirsə onu Gülü xanım çatdırsın. Biz ona eyvallah deyək, alqışımızla mı deyək, xorla mı deyək, 5-6 cümlədə alqışla deyəcəksən, özdə belə gürültü alqışlarla deməliyik ki, ama yoxsa sıra tədbir olmasın. Bu günləri Vaqif müəllim, Əlşan müəllim bizim ağsaqqallarımız, alimlərdir, ömürlü elmə həsr edib, öz sahələrində zəngin insanlardır. Bugün mən deyim ki, yaşım imkan verməyəm ki, ayaqla durun and için. Artıq and işimizdən gələn bir şeydir ki, bizi deyəsən 2 saat, yarım 3 saata qədər bir yerə saxlayır. İçimizdə bir and var. Yəni nə edirik? Məqam istəmirik, sürüşmürük, əyri getmirik. Haqq yolunda, Allah yolunda bir yola çıxmışıq. Burada da deyirik ki, and içirik ki, bir yoldan dönməyəcək. Orada vətən olur, vətən həm də qüdrətli olur. Bu Gülü xanım, o deməli, ideala sədəqət anlığı içəcək, ozanlarımız hazırdırlar. Əla eşit olsun. Müxəmməsimiz gəlir. Amma sonra da bunun dalında bir dənə mənim havalarımı deyir.
siz də andınızı verin. Səsləndirib sona qədər də belə andınızı verin. Mümkündür. Mümkündür mü? Məncə mümkündür. Əslində hər kəsin qarşısında var bu. Var. Səhifə 11-də, yəni ki, açıq, icra sədaqət andını mənimlə bərabər siz də səsləndirə bilərsiniz. Yəni, eyni zamanda deyil ki, səhifə 11-də. Eyni zamanda deyil. Bəli. Sol. Ha, elə olar. O da olur. Biz bu torpağın övladları Azərbaycanın şərəfini, bütövlüyünü və gələcəyini qorumağa and içirik. Biz millətin böyük ideallarına, azadlığa, ədalətə, birlik və tərəqqiyə sədaqət göstərəcəyik. And içirik. Biz elmə, mədəniyyətə və yaradıcı düşüncəyə dayan olacağıq. And içirik. Biz Turana, vahid vətən amalına və Qafqazda sülh idealına, demokratik dəyərlərə inanla xidmət edəcəyik. Biz bugün bir daha bəyan edirik. Azərbaycanın gələcəyi bizim məsuliyyətimizdir. And içirik. Və biz bu gələcəyi idealsız, ruhsuz, ümiddən kənar qoymayacağıq. Allah vətənimizi, millətimizi, ideallarımızı qorusun. Yaşasın ideallarla, iradə ilə birlikdə övrət olan Azərbaycan. İki nəfər bizim gəncimizi dəvət edirik. Onlar havalandılar, ərizə yazdılar. Havalandılar, ərizə yazdılar. Bunları havalanan vaxtlarında o dönəmləri biz keçmişik. Hər ikimizi Suhay xanım Xəzər Universitetinin əlaçıdır, onu deyim. İngilis dilini gözəl bilir. Rus dilində belə qavuşa doldurub, elə mi belə ki? Onu da belə və həm də qrup nümayəndəsidir belə. Starosdadır və əfəndimiz adınız. Hər ikinizi təbrik edirik, sözünüz varsa buyurun. Və üzv olmayanlar da üzv olsunlar, biz ordumuzu genişləndirək. İlk öncə hamınıza təşəkkürümü bildirmək istəyirdim ki, burada iştirak elədiniz və yəni Zəlimxan bəyə dəstək oldunuz. Mən Zəlimxan bəyə əslində çoxdan da tanıyıram. 2 il və ya 3 ildən artıq olar. 5 il bəlkə də var. Amma elə bil ki, mən Zəlimxan bəyə doğulduqdan, yəni elə gözümü açandan ki, tanıymışmışam ki, mənə doğuma gəlir. Çünki ilk gündən necə deyim, o ilk təəssürat çox önəmlidir insanlarda və ilk təəssüratım çox böyük oldu. Ben mamaya belə bir şey demişdim, yəni biraz etik çıxsa da demişdim ki, Zəlimxan bəyin stili çox hoşuma gəlmişdi. Çünki kostyumu çox hoşuma gəlmişdi və mamaya demişdim ki, çox yəni milli ruhu olsun. Onda 16 yaş var, devam edelim. 16 yaşındaydı, neydi? 18 yaşında. Çoktan da söz vermiştim Zəlimxan bəyə ki, yəni bu həmişə dəstək olacağım və harada olsaz yanınızda bir üst kimi olacağım. İnşallah uğurlarınız bol olsun. İnşallah həmişə yanınızdayım və əlimdən gələn nə varsa onu da eləyəcəm. Söz verirəm. And içirəm. Teşekkürler. Türklərin o zaman yerdə ustadlarını açar, Məhəmməd məclisi bağlayan. Bu ədəb ərkandır. Amma Araq belə gəlir, pivo oradan getdi, nələr qatıb qarışdırdı.